bərxudar və bəxtiyar eyləsin. Bəli, efirimizə ən azı 1 saat 18 dəqiqə gecikdik və gecikmə nədəni var idi. Kompüterimizdə sorun var idi. İstədik kompüter üzərindən yayım eləyək, amma olmadı. Ev yox, sabah texniki problemi aradan qaldırmağa çalışarıq. Qonağımız Zəki dayıdır. Zəki dayı son zamanlar çox sərt çıxışları ilə Zəki dayı necə deyərlər, dəhşətli şəkildə xalqın qəlbinə giribdi. Xalqın sevimlisinə çevrilibdi. Zaten əvvəldən də xalq sevirdi Zəki dayını. Üstəlik başqa bir dayının da dünən efirə çıxışını verdim. Nərdeysə Zəki dayı ilə yaşı üst-üstə aşağı yuxarı eyni idi. Bu saat insanların belə ağsaqqal sözlərinə, ağsaqqal kəlamlarına ehtiyacı var. Zəki dayı, xoş gördük, xoş gəldiniz bizim bu fakir yayımımıza. Sağ ol, Allah razı olsun. Allah razı olsun. Qabil, həqiqətən də bu necə deyərlər? Yəni ətraflı mən onu demək istəmişəm ki, Allahın nəzəri olsun. Bütün qabil sevənlərin. Bu xırıltı gəlir amma. Mən bilmirəm bu xırıltı nədən. Zəki dayı, azca kameranı aşağı elə bildim daha mən onu mikrofonun bağlayacağım. Azca aşağı elə kameranı. Azca aşağı elə. O biraz mənlə aşağı barabar olanda aysa yo əla. O kəsik düşməsin, kəsik düşməsin. Biraz belə elə. Yo qaytar. Əla qalsın belə. Qalsın belə. Biraz istədim, biraz başqa cür alınmadı. Ev yox. Zəki dayı kameramı bağlayacağım amma çox sağ olun, var olun. Kameramı bağlayacağım amma mənə bir qazi bir 3-4 dəfə zəng edir. Qoy tez bu efirə qoşum qazini. Qoş onu. Yəni bilirsinizmi? Daha mən bilirəm ki, yardım aparmağa belə problem olacaq. Ona görə mən qazini qoşum. Görək problemi nədir? Mənim toplantılardan və yəni tədbirlərimdən imkan olmadı qoşmağa bu qazini. Elə dedim, bildim ki, bu qazinin işi hər zaman yayımlıq olur. Yayıma çıxmaq istəyir. Ona görə də bir gün neçə dəfə zəng eləyib qoşa bilmədim. Amma indi mən zəng eləyirəm ona. Efirə qoşum deyə. Deməli, hər neysə. Alo. Hər vaxtınız xeyir. Bir gün çox saylı dəfə zəng elədiniz. Mən götürəmədim tədbirlərdən dolayı işdən. Buyur. Gecəylə evdən çıxardırdılar. Yalvarıb yaxarıb da durub dayanmışam ki, kaçsa mən ara gedim. Sabahdır saat 9'dadır evidir boşaldım. Özüm de ameliyattan çıkmışam. Sılatla gezirəm, turbanla gezirəm, size kurban olarım. Mənə kömək eləsinlər. Mənim dərdim böyüdür. Ben hiç tartışamıyorum, hiç sonra yiyemiyorum. O ev sahibi kimdir sizi? Ev sahibi çıkartmak isteyen onun nömrəsini atın mənə görüm. Atın mənə. Atın, buyursun ver. Rami. Evin yaşı gelip. Verin mənə onu, verin mən danışım ona, xahiş edeyim onu. Ay Rami. Siz ev sahibinin nömrəsini mənə atın, mən ona zəng eləyim. Görürsün deyələmə, Azərbaycandır. Bura Azərbaycandır. Həri, nömrəsini atın. Bir nəfər evsiz niyə adam olmalıdır? Axı bu götün oğlu göt, axı bu qəhbənin doğduğu, qəhbə zərifəmi doğubdur, qəhbə Naruhi Allahverdiyan mı doğubdur? Axı bunun İlham Əliyevin vəzifəsi nədir bu göt oğlu götün vəzifəsi? O göt oğlu götün vəzifəsi odur ki, Azərbaycanda hamının evi olmalıdır. Azərbaycanda heç kimin sosial problemi olmamalıdır. Bu göt oğlu göt İlham Əliyevin vəzifəsi budur. Hərənin öz vəzifəsi var da. Məsələn, məktəb rəisinin öz vəzifəsi var, zavudçunun öz və hər bir rəhbərin öz vəzifəsi var. Nə bilim, manga komandirinin öz, hərənin icra başçının öz vəzifəsi, əməliyyatçının öz vəzifəsi, banditizmin, narkotik biznesin, hərənin öz vəzifəsi var. Elə deyilmi?
Ona Elə görə də düz. dövlətdən pul alırlar. Ona görə də insanlardan, vergilərdən pul alırlar. İlham Əliyevin vəzifəsi bugün Türkiyədə star rafinaları, petkim qurdurmaq deyil. İlham Əliyevin vəzifəsi xalqın bütün sosial problemlərini həll eləməkdir. Xalqın hansısa bir fərdinin problemi varsa, demək ki, İlham Əliyev vəzifəsini layiqincə yerinə yetirmir. Amma dərd orası ki, bir nəfərin problemi yox, milyonların problemi var. Alyona söhbətini bağlamaq üçün büyük müəllimi vurdurdular, güllələtdirdilər. Balaca uşağın əlinə silahı verdilər Alyonaya görə, Alyona söhbətinin bağlanması üçün balaca uşağın əlinə silahı verdilər, güllələtdirdilər. Fikir verin. Direktor deyir, yalandır, belə hadisə olmuyor. O birisi deyir, yalandır, bu deyir, yalandır. Sonra deyir, yox, həqiqidir. Sonra vəzifəsindən çıxardırlar. Uşaqların bəzilərini örgədiblər, deyir, avtomatla vurdu. Bəzilərini örgədiblər, nə bilim, ov tüfəngi ilə vurdu. Ay kişi, bir mənalı olaraq deyirəm. İlham Əliyev vurdurubdur. İlham Əliyev vurdurubdur. Alyona söhbətini bağlamaq üçün mən subutlarla göstərəcəyim. Subutlarla göstərəcəyim. Hələ ki Zəki bəy danışsın. Zəki bəy bir giriş eləsin. İndi Mehman Hüseynov da qoşacam bura. Buyurun Zəki dayı. Bizə gələn nə idi? Nə idi? Yox, buyurun. Bəli, balaca uşağı avtomatdır, yoxsa indi onu da dəqiqləşdirəcəyik biz. Bəzən deyil, bəzi mənbələrdə deyil avtomatdan, bəzilərindən ov tüfəngilər, dəxli yoxdur, avtomat ov tüfəngi. Dəxli odur ki, ov tüfəngi evlərdə var, icazə var onun satışına, amma avtomatın satışına icazə yoxdur. Bu uşaq da elə-belə uşaq olmuyor, hansısa bir vəzifəli şəxsin uşağı olubdur. Özdə həmən yer də elə-belə adamın yeri deyil, Bəylər Əyyubovun qardaşı oğlunun yeridir. Bir güllə ilə iki quş vururlar bu göt verən köpək uşağı İlham Əliyev, ağzını alan köpək oğlu. Bir güllə ilə iki quş vurur. Həmi Alyona söhbətini bağlamaq istəyir, müəllimi vurduraraq. Həmi də Bəylər Əyyubova zərbə vururlar. Neyse, Zəki dayı, bu meydan, bu da şeytan. Buyur. Sağ ol, Allah razı olsun. Allah'ın nəzəri olsun. Bütün biraz ama tez getməyə çalışma Zəki dayı, tez getməyə. Biraz 10 defiri 1 saat yarım eləyirəm, bir yerdə ayrılarıq. Buyurun, buyurun. Allah'ın nəzəri olsun. Bütün qabil sevənlərin, Elşad, qabil nəqidə qardaşlarını, sevənlərin başı üstü Allah'ın nəzəri, ruzu bərəkətli olsun. Bütün mübarizə aparmaq istəyənlərin həmsinin. Yani bir de ki burada moderatorlara teşekkür edir ki sağ olsun, Allah razı olsun ki koymurlar ki trollar burada istediklerini hayata geçirsin. Bu 100 binlerle kişinin bacarmadığı işler bu moderatorlar görürler. Allah onlardan da razı olsun. Allah'ın ruzu, bereketi, nəzəri onların başının üstünde olsun. İndi bu Azərbaycanda gedən bu prosesə, Mehmanın yani ki çıxartdığı bu məsələ, necə deyərlər, bir çox yani ki siyasetle məşğul olanların buna qoşulmasında Allah onlardan da razı olsun. Ben açığı düzgün sözü sizə belə deyim ki, yani ki İlhama bu barədə nə deyə bilərik biz? İlham barədə. Yani İlham həqiqətən çox böyük, alçaq bir iş gördü. Həqiqətən ha. Yani ki güya ki bilmirdi ki, dedim bunun Əli Nağıyevdən bilmirdi ki Alyona kimdir. Çox gözəl bilirdi, yaxşı bilirdi. Ve hansı hoqqalardan Odessa'da, oran restoranlarında, barlarında, hansı alçaq mundar işler görübdü, hansı əyləncələrlə məşğul olubdu. Bunu gözəl bilirdi. Ona göre de Əli Nağıyev, sen gözəl bilirsən ki, dövlət təhlükəsizliyinin anlayışı səndə gedir kimdən? İlham Əliyevlə. Və nəyə görə indiyənədən sən bunun bütün o qara işlərini pozdurup, yani üzə çıxmamasında bir iş görməmişsən? Bu sənin böyük bir səhvindir. Daxili İşlər Nazirliyi indi başlayıbdı bu işe. Amma ki sən Milli Təhlükəsizlik Komitəsisən axı, sən görə bunu qabaqcadan eləməliydin, sən də bunu eləməmişsən. Deməli, sən bundan razısan. Budur, bax ki, Ərdə ola, bax, Ərdə ola, bu gedir Dubaya. Ərdə ola, bu gedir, nə bilim, Sevinin oğlu ilə Ərəb Əmirliklərinə, Dubaya da hər yana gəzintiyə gedir. Ərdə ola ya, başa düşün, Heydərin bu necə deyərlər, xanımı ola, bu gedir hələ əlavə kişilərlə də görüşlər aparır,
nə bilim, çox mundar bir işlər görür. Mən elə o günləri şəkil də yaydım orada. Necə ki, marojnunu tutub ağzında əməlli başlı klarnet çalır. Məsələn, mən bunu da yaydım. Baxdı zamanı Facebookda mən yaymışam bunları. Bütün qrupalarıma. Çünki mənim orada Azərbaycan Birliyi qrupu var, Qabilin necə deyərlər, dostluq qrupum var. Ondan başqa Türkiyə, Azərbaycan dostluq qrupu var. Hamısına mən yaymışam. Bir 20-yə yaxın qrup var, hamısına da yaymışam. Hamısında da bəyənilibdir. Yəni ki, sən İlham, bu hərəkəti sən görürsən, bütün Azərbaycan xalqının mentalitetini tapdalamaq istəyirsən sən. Sən gətirib bir fahişəni ya, başa o nənön necə ki fahişə ediyor, onun kimi bir fahişə gətirib Azərbaycanın ledisi qoymaq istəyirsən. Bu sıxışan şey deyil. Bununla nə Azərbaycan xalqı razılaşacaq, nə də ki biz razılaşacağıq. Çünki bu bizim mentalitetimizə uyğun deyil. Milli təfəkkür şuurumuza girmir bu. Ki sən gətirəsən ki, marojini yalayanın birini gətirib qoyasan ki, bu Azərbaycan xanımlarının ledisidir. Belə də alçaqlıq olar. Belə də bir qeyrətlik olar. Sən artıq istefa verməlisən, yoxsa tapancanı götürüb alnına qoyub güllə vurmalısan. Çünki sən qətiyyən Azərbaycan adını daşıya bilməzsən, sən təpəvə güllə vurmalısan, %100 Zəki dayı, çox üzr istəyirəm. Mehman Hüseynov, əsrin qəhrəmanı çox sağ olsun, qoşduq bunu efirə. Deməli, Mehman bəy mənə də atdı subutu faktı, göstərərəm sizə. Və Mehman bəy özü də Alyona söhbətinin bastırılması üçün körpə uşaqlardan istifadə edib əlinə avtomat verirlər, nə bilim qoşalüllə verirlər. Həmi bəylər Əyyubova zərbə vururlar, həm də gündəmi dəyişmək istəyirlər. Söz verirlər Mehman Hüseynova qısa bir buna münasibət bildirsin. Zaten 2 gündən sonra yenə yayınımızda olacaq. Buyurun Mehman bəy, buyurun. Çox doğru. Deməli, görün bu İlham Əliyev necə şəxsiyyətsiz adamdır ki, bu öz sotka gəlininə görə, Alyona Qonçar Əliyevaya görə insanların həyatını məhv edir. Və burada bugün bu təsadüfi hal deyildi. O yadınızdadırmı? Bir gədə var idi, ailə üzvlərini öldürmüşdü. Əhməd. Onda da baltanı İlham Əliyevin xüsusi xidmət orqanları o gədiyə vermişdilər, dərman vermişdilər, demişdilər ki, gündəmi dəyişir. Yadınıza salın o gün. Bəli, uşağa dərman verdilər, sonra yalandan adını qoydular, güya uşaq ölüb, nə bilim, başını. Bəli. Bu dəfə də gördülər ki, burada əziz dinləyicilər, mən düşünürəm ki, Qabilin də səhvi var. Sən dünən bildirmişdin ki, bəylər artıq bizə ötürür məlumatları və İlham Əliyev də çox böyük ehtimal nəsə dəqiqləşdirib, nəsə etmək istəyib və bəyləri də görürsünüz mətbuatda nə gedir. İdrak liseyi, bugün o qətil hadisəsi olan məktəb, bəylər Əyyubovun nəzarətində olan bir məktəb idi. Bunu da hökumət yönlü mətbuat reklam edir ki, bu bəylərindir, bəylərin məktəbidir, bəylərin adamıdır. Yəni burada iki məsələ var. Uşağı çox böyük ehtimal biz valideynlərini araşdıracağıq. Valideynləri kimdir? Uşağı həbs edəcəklərmi? Uşaq yenə də dəlixanaya salınacaqmı? Biz bilməliyik ki, uşağın valideynləri kimdir? Mən şübhə etmirəm ki, o uşağı da öyrədiblər. Sırf gündəmi dəyişmək üçün İlham Əliyev o qədər şəxsi. Bəli, Mehman bəy, sən demiş bir dənə dərman verirlər, istədiklərini elətdirirlər. Bir şey deyim, nətər oldu? Soyqırım eləyən Xaçaturyanı buraxdılar. İndi bir müəllimi İlham Əliyev özü güllələtdirib uşağı niyə tutmalıdılar ki? Doğru. Ona görə də bu təsadüfi deyil, bu gündəmi dəyişmək üçündür. Amma yenə də Alyonanı İlham Əliyev çoxunu qırsa belə biz imkan vermərik ki, Alyona onu da olsun. Alyona yaddaşlarda qalacaq. Alyonanın şəkillərinə baxıb 31 çəkənlər olacaq. Gələn həftə kinolar davam edəcək. Çox təəssüf ki, İnşallah. Bir müəlliməni biz itirdik. O da İlham Əliyevin qurbanıdır. Biz hesab etməliyik ki, o müəlliməni uşaq yox, İlham Əliyev Soska gəlininə görə. Gəlini başqadır, bir də var ki, Soska gəlini. Soska gəlininə görə öldürüb
bəyləri cəzalandırır. İndi görəcəksiniz, bu maddələri də bəylərin üstünə yükləyəcəklər. Ondan villanı necə alıblar biz göstərdik. İndi məktəbləri, mülkləri, hər şeyi bax belə alırlar və ötürürlər Alyonanın adına. Bax, villanı götürdülər. İndi nəyə keçdilər? Bəylər Əyipovun nəzarətində olan məktəblər, obyektlər, restoranlar, bax, hamısını bir-bir götürüb ötürürlər Bala Heydərə. Ona görə də mən insanlara demişdim ki, bu götürənlərə etibar yoxdur. Əliyevin hər sözü yalandır. Bu pula görə bu hər şeyə gedən adamdır. Bugünkü məktəb hadisəsi təsadüfi deyil. Bugünkü ölüm hadisəsi təsadüfi deyil. Bunun arxasında deməli xüsusi xidmət orqanları var və Qabil sənin efirində ekskluziv də deyirəm. Bugün Azər Avtoyol Agentliyinin sədri deməli Salih Məmmədov azad edilib vəzifədən və bu deməkdir ki, Əli Nağıyev artıq vəzifədən vurulur. Çünki Salih Məmmədov Əli Nağıyevin ən etibarlı, ən çox qoruduğu adam idi. Çünki Salih Məmmədov həm də Əli Nağıyevə verən, ən çox rüşvət verən, ən çox pul verən, ən çox hədiyyə verən məmur idi və Salih Məmmədovu qoruyan, bu Azər Avtoyol servisdə sədri, onu qoruyan adam Əli Nağıyev idi. Salih Məmmədov Əli Nağıyevin dostuydu, pul dostuydu, şərikli biznes dostuydu. Bu gün İlham Əliyev onu azad elədi. Bu deməkdir ki, yaxın aylarda Əli Nağıyevin də götündən təpik dəyəcək. Diqqətli olsun cəmaət, izləsin gündəmi. Mən demişdim axı, sən də demişdin, mən də demişdim ki, maraqlı proseslər olacaq. İlham Əliyev artıq öldürməyə belə qərar verib ki, bircə gəlini unudulsun ki, bu soskadır, bu verəngüldür, bu qucaqlarda gəzəndir. Amma unutmasın ki, bu nə qədər dalınıcırsa da insanların ürəyində həmişə Alyona soska kimi qalacaq. Bu qədər. Sağ ol, gözəl insan, maraqlı nəsə olarsa sizin Allah razı olsun. Çox sağ olun, çox təşəkkür edirəm. Mən Zəki bəy, üzr istəyirəm, mən dünən kişi kimi söhbət elədim, gədə kimi yox. Mən dünən bilirəm, mən deməyəsiydim bu söhbəti. Mən bunun söhbəti deməyəsiydim. Zəhləmi tökdülər qadın alım, Əli Nağıyevin adamıdır, bilirəm. Mən bunu sadəcə mənə nə dedilər? Qoy bir dəqiqə buna cavab verim. Alo? Qoy bir dənə bu qaziyə cavab verim, çünki biz mənim əlimdən gələn iş deyil, amma ki yenə də görüm. Alo, bütün efirimizə mane olurlar. Alo, əleykümə salam. Əleykümə salam. Qabil müəllim, Allah sizin kömək olsun, Allah bizim xalqa kömək olsun, məzunlara. Qabil müəllim, mən heç nə istəmirəm, pul zat istəmirəm, sadəcə yaşamağa ev istəyirəm, heç nə istəmirəm. Yaşamağa ev istəyirəm, xahiş edirəm Azərbaycan xalqından, nə olar, xahiş edirəm, heç nə istəmirəm, sadəcə yaşamağa ev. Həqiqətən bu xalqsa nə tərif versin, bu xalq necə verə bilər bu xalqsa? Bu xalq versə də baboşa verir, bu xalq versə də ləmana verir, bu xalq versə də bu xalq qaziyə son zamanlarda bir ev verdiyini qoyana, bir 300-500 manat verdiyini görübsənmi? Həqiqətən Alim, ay başına dönüm, sən video çək, otur videonun qabağında darmadağın elə, sən belə deməkdən sağ kimsə gətirib ev verəndimi? İlham Əliyev, sənin vəzifə borcundur mənim sosial təminatımı qaydasına salmaq. Bunu İlhamdan tələb elə, videolar çək, fəryad elə, hər şeyi çək, ortaya qoy. Uzaqbaş türməyə salacaqlar da nə? Tankın altından çıxan oğlansan, darmadağın elə gör, səsini kəsmək üçün ya səni türməyə salmalıdırlar, ya öldürməlidirlər, ya da sahib verməlidir. Sən nə qədər eyvalan oldu bizim efirə çıxıb? Elə sən efirə çıxırsan, xalq elə, İlham Əliyevdir. Bığına siyim oğraş, oğlu oğraş, ev verdinə. Birinci mədənidir, sonra verməsən. Bilirəm də... Yaşamağa, həmişəli istəmirəm, yaşamağa.
Bak versinler ne olur. Boşuna döneme Qabil. Ay, bunu mənim efirimdə ən azı bir 10 dəfə deyirsənmi, qardaş? Pul istəmirəm. Yoldaşım. Bildim də, bax, bunu mənim efirimdə ən azı 10 dəfə deyirsənmi? Bəli, bəli. Bu demək ki, tədbir görən olmayıb. İnsanlar da deyir, bax, baboş, təzə çıxdı o şey, Vəlizar Dəliyidar. Baboş Vəlizar Dəliyidarın hörməti Qabildən çoxdur və onlar həll eləyir, problemi Qabil eləyənmir. Sən o gün baboşun da nömrəsini verdim də, qadan al. Bəli, bəli. Mən neyiniyim? Mən nə qara bilərəm? Mənim əlimdən nə gəlir? Görsən, dedim, ev yiyəsindən xahiş eləyim ki, səni çıxartmasın, biraz möhlət versin. Mən belə şeylər eləyə bilərəm öz şəxsi avtoritetimdən dolayı, hörmətimdən yəni dolayı. Yəni, mən neyinəyə bilərəm mən? Mənim əlimdən nə gəlir? Tökməsinlər peşimi. Başına dönərəm sən. Ne olarak Qabil. Ver, zəng eləyim, o ev yiyəsinin nömrəsi atarsan, mən zəng eləyəm. Oldu. Mən sadəcə avtoritetim aşağı düşür. Yəni, baboşun elədiyini Qabil eləyə bilmir. Yəni, Bayram Nurlu'nun elədiyini Qabil eləyə. O gün dedim ki, baboşa zəng eləyirsənmi? O həll eləyə bilir də belə şeyləri, pul yığa bilir. Baboşun da nömrəsini verdim. Vallah Bayram Nurlu'nun da nömrəsini attım. Nə qayırım mən, neyniyim? Nə qayırım, neyniyim? Baba, göstərim, baba, ala, Zəki dayı. Ala, baba, göstərim, baba. Orada nə var? Nə var orada? Nə var orada? Elə bildim ki, bundandır. 13 euroya aldım. Baba, hələ indi açdım. Baba. Bax, göstərim. İndi açdım. Elə bildim bundandır. Bundandır. Sən demə, bundan da deyiliymiş. Kompüter dəyişməliyəm. Mənim heç pulum yoxdur, kompüter dəyişim. Mən nə qayırım, görmürsənmi qadan almayı? Nəysə, buradan deyirəm. Zəki dayı, bunu deyim sonra. Deməli, mən dünənləri, mənlə səhər tezdən zəhləmi tökdülər. Qabil müəllim, sağ yaxşı məlumat verim. Aya onu, bunu, aya nə deyirsən, əlin ağıyım bağışçısından belə xəbər verim. Billəmi, Detixan adamıdır. Leş bil, sən bu xəbərləri ver efirində. Sonra dedim, mən uşaq deyiləm. Bütün mənə belə adamlar çox çıxırlar. Alyona söhbətini bağlamaq üçün. Dedim, Sədətə gəl. Dedim, Məmməd Qulusun, mıs dediyinə, Məmməd Qulusunu de bunun, Mustafasını decinə. Yo, deyil, sonra başladı biraz. Sən nətər özünə sığışdırırsan. Mehman, sən neçə illərdir birincilikdəsən, birinci yerdəsən. Mehman Hüseynov dağıdır, səni keçdi, nə bilim, reyting əlindən aldı. Deyirəm, bəli, mənə o da təsir edir. İndi mən bunlardan dedim, sizin topunuzu, sənin rəhbərin Əlin Ağayev cibimə qoyub, suya susuz aparıb, susuz gətirərəm. Siz hamınız, ananızın, bacınızın, sizin fikriniz elmdə olmuyor, savadda olmuyor. Sən birinci mənə patxod eləyə bilmədin, kişi kimi. Qəhbə kimi patxod elədin. İkinci, sizin beyniniz, savadınız olmuyor. Hamınızın beyninizdə nə fikir olub? Bir-birinizin arvadını necə qayrasınız? Bir-birinizin qızınızı, arvadınızı, bacınızı, ananızı necə qayrasınız? Siz Allahın verdiyi beyni düzgün istiqamətdə istifadə eləməyibsiniz. Baxın, dedim ki, mən sizə məsləhət verirəm. Mən sizə Alyona söhbətini bastırmaq üçün Alyonadan betər paz lazımdır. Dedi, nə paz? Dedim, mən dəqiq bilirəm ki, Avropada öldürülən çox blogerlərin, vurulan çox blogerlərin vurulmasında Əlin Ağayevin əli yoxdur. Bunu mən bilirəm. Orada var Orxan Sultanovun əli, orada var Adil nədir o, icra başçısı. Adil Əliyevdir, nədir, onun əli var. Sonra orada başqalar var da, yəni bu sizə bir məsləhət verim ki, pazı pazdan çıxardarlar. Alyona söhbətini pərdə arxasına salmaq istəyirsinizsə, mən sabahdan Alyonanı danışmıram, fırtına qopardıram, Zəki dayını da bura cəlb eləyəcəm. Vidadi İskəndərlinin indi olmasın can bir dostu Elşad Məmmədov Mağara media rəhbərində buna dəvət eləyəcəm. Ölüm astanasında olan Turalı dəvət eləyəcəm. Ölümdən dönən Məhəmməd Mirzəlini cəlb eləyəcəm. Bax, deyirəm sizə. Mehman Hüseynov tək qalacaq. Tək qalacaq Mehman Hüseynov. Sən nə deyirəm onu ilə, Alyona söhbəti arxaya keçəcək. Deyir, neyniyək, deyir. Deyirəm ki, bir,
Tərtər hadisələrinin real kadrlarını, işgəncə kadrlarını yayımlayın. 1. Hamı onu paylaşacaq, mehman qalacaq offsayda. 2. Məsləhət verirəm ha. 2. Vidadi İskəndərlinin ölüm məsələsini. Deyir, bəli. Bir dəfə belə vurun, bəyənmə olsun, bəyənmə. Hə, 2 dəfə belə vurun, xahiş edirəm. Dəhşət söhbət deyib, mən Əlin Ağayevin nümayəndəsinin söhbət deyim. Gör nə deyirəm? Deyirəm ki, Vidadi İskəndərli necə ölüb? Deyir, bilirəm, bilgimiz daxilində olubdur. Vidadi İskəndərlini əsas bıçaqlayan adamın başında kamera olubdur. O bütün hadisəni çəkibdir. Hadisənin bütün videoları bizdə var. Sonra hadisənin videoları Anar Ələkbərovda var. Bir də bir neçə nəfərdə var. Deyirəm, yaxşı. Yaxşı deyirəm. Vidadi İskəndərlinin öldürülməsi, vurulması görüntüləri ortaya çıxsaydı, Məhəmməd Mirzəlinin vurulması görüntüləri ortaya çıxsaydı, bütün Avropadakı blogerlər bundan dad eləyir, zəncir gəmirir. Hamı mehmanın o Alyonanın ağzına aldığını, ağzına aldığını yox. Bu boyda da yoğun Mıxalov ağzına, onu yox. Hamı Vidadinin ölümünü paylaşacaqdı, vurulmasını. Mirzəlinin vurulmasını paylaşacaqdı. Hamı olsunla Bakıxanov, Bayram Məmmədov, Vüqar Rza, onların ölümü. Ən azından bir neçəsində Əlin Ağayevin əli yoxdur axı. Onların ölümünün öldürülmə videoları meydana çıxmalıydı. Yəni, daha dəhşətli senarilər çıxmalıydı ki, Alyonadan böyük olsun, diqqətimiz ora yönəlsin. Adam belədir. Dedi, mən dedi, Əlin Ağayevlə sabah hansısa bir ismarış göndər. Dedim, nə ismarış? Sən birbaşa bəlkə də onun yanından danışsan məndən. Məmməd Qulusunu de. Dedi, sabah mən cavab verəcəm. Dedim, siz mənim bu gün vaxtımı, 3 saat vaxtımı alırsınız. Dedim, sabahları bunu dərhal edin. Kişi söhbət eləyirəm, dedim mən. Mən bu söhbəti mediaya çıxartmaram, əgər mənlə razılaşsanız. Sabah gün ortaya kimi dedim, vaxt verirəm sizə. Siz bu kadrlardan mənə verin, mən mehmanı vurub çıxardıram qırağa. Mehmana da axşam səs satdım ki, mehman, Alyonadan böyük söhbət olsa səni vurub çıxardacam qırağa. Mehman da dedi, problem yoxdur. İndi və bu qəhbələr, bu prosesləri mediaya çıxartmadı, hamısında İlham Əliyev göt verənin əli var axı. Neynədilər? Getdilər, orta məktəb uşağının əlinə dərman verdilər, silah verdilər, çox adam bir avtomat verdilər, silah verdilər, müəllimi vurdurdular, özü də bəylərə mesaj vermək üçün bəylərin adamlarına. Birbaşa bəylərin, qardaş oğlunun, bəylərin nəzarətində olan, bəylərin himayəsində olan, bəylərə xidmət eləyən, bəylərə qazanc gətirən litseyin vurdular, müəllimini güllələdilər. Baxın ha, mən kişi söhbət elədim onlarla. Dedim, terror eləməyin. Bax, dilimlə dedim, ha dünənlər, terror eləməyin. Ya gərək bir samolyot partiyaya yenə də olmayacaq. 2 gün danışılacaq sonra. Sonra dedim ki, ola bilər Şəbnəm Toz, bunu da danışdım ha. Dedim, ola bilər Şəbnəm Tozla Ramiz Zeynalovun, yox dedi Şəbnəmlə dedi şeyin, işte bu da var, burada var, hamısını yazmışam. Bunların hamısı o deyib yazmışam, buna bax, 1, 2, hamısı yazmışam. Hamısı verəklər. Bax, burada bir deyək, Şəbnəm qayıran adam kimdir? Bu saat deyim də, bax. Qorxmaz Hüseynovdan dəhşət məlumat verdilər. Qorxmaz Hüseynov 100.000 pul verir məni döydürməyə. Öldürmək deyil, lazımdır döydürmək. Bunları çatdırıram başqa vaxtda. Dəhşətli məlumatlar veriblər Alyonanı bağlamaq üçün. Amma bu başqa vaxtın söhbətidir də. Sonra nə deyir? Bunu qoyaq qırağa. Görün. Budunun kafedra müdürü Kərəm Hətəmoğlu Məmmədov. Kərəm Məmmədov, kafedra müdürü. Deməli, məktəb direktorundan Mehriban Alişanovla sevişibdi, ondan uşağı olubdu. Onun da əri həkimdir, profesional. Sonra biliblər, əsl arvadı bilib, gəlibdi, ərini zəhərləyib öldürüb. Bu da MT-nin polkovnikiymiş. Öz deyir, bizim polkovnikdir. Bunun materialını mənə verdilər ki, sən Allah deyirlər, Alyonadan danışma, bundan danış. Bütün Toz rayonunda bir hörmətli adamın qızıdır bu, qoy deyim kimin qızıdır. Kələ Qiyasın qızıdır. Mən tanımıram Tozda Kələ Qiyası. Kələ Qiyasın qızı öz ərini kafedra müdürü polkovnik olubdur DTX-nın. Onu öldürüb zəhərləyibdir. Elə zəhər verib ki, prokuraturada tapa bilin. Burada çox faktlar var, bunları dedi. Sonra diyor nə deyir, bay. Burada mən şey axtarım.
Burada mən Mossad, burada mən şeyi axtarıram, qağa. Prezident aparatında şeylə şeyin seksi var. Nədir? Şəbnəm Tozluyla. Aya deyir onu verək. Bizə də aşk var məsələn. Deyir onu verək, onu yayımlayın Şəbnəmin seksini. Alyona söhbətə çıxsın söhbətdən. Deməli Ramiz Rızayevin deməli bu heç başqa söhbətdir. Trump'ın S400 Alyona bizə dəqiqə Putin aydın məsələdir. Bizə dəqiqə sabahdan İran aydın hörmüz. Deməli bax baya burada da nə qədər deyib yazmışam boy. Opşum deyir Şəbnəmin seksi var, onu verək. Prezident aparatında şöbə müdürünlə seksi var. Onun arxasından S hərfindən gələn bir adam adı dedi. Dedi gələ teli lobisi boş şeydir. Deyir onu yayaq. Sonra deyir nə deyirsən? Mən kişi söhbət elədim. Əlin Ağayevin tulası. Səndən kişi söhbət elədim, media çıxmayacaq. Kişi söhbət elədim ki, Real Alyonadan bizim üçün daha ciddi materiallar var, onları verin bizə. Ölüm işləri var. Bayram Məmmədov, Vüqar Zabaçxanov, sonra Vidadi İskəndərli, Mirzəlinin vurulması. Kişi kimi dedim bunları verin, yayınlayaq o görüntülər. Dayanmadan xalq uca odaqlanacaq. Dedim terror eləməyin ölkədə. Dönə dedim terror eləməyin ölkədə. Dedilər Əlin Ağayevə çıxar. Dedim məsələn sizin yarım saata çıxar. Deyir hə. Dedi Əlin Ağayev mən bizdə heç kim səsini yazdırmıram. Mən elə kişi deyiləm. Sadəcə dedim ki günortaya kimi razılaşsanız söhbəti bağlayırıq. Söhbət. Başladı bəylərdən məlumat. Vilayət Eyvazovdan nə məlumat istəyirsən. O kursantı Qayırıbdır. Polis Akademiyasının sədri yoxdur mu? Danov Can Polat general. İbrahimov yoxsa İbrahim adında kursant Qayırıb, kursant dəlxanaya soxublar. Nələr dedim nələr qardaş, hamısını yazmışam, yazmadığım da var. Axırı mən onlarla kişi kimi söhbət elədim, terror eləməyin. Bilirəm terror eləyəcəksiniz. Əlin Ağayev göt verən terrorist başıdır. Əlin Ağayev göt verən terrorist başıdır. O bildim Orxan Sultanov'da orada vardı, Adil Əliyev o birisilər. Bunlarınki nədir? Bunlarınki nədir? O sokar rəhbər. Bunlarınki nədir? Bunlarınki fərdi susturmaq, fərdi susturmaq. Əlin Ağayevinki terrordur, terror. Bütün o Rusiyanın o yadınızda da kafe partladı, liman partladı, gəmi partladı, nədir, dənizdə platforma partladı, o partladı. Bunun hamısını edən Əlin Ağayevdən Rusiya kəşfiyyatı. İndi mən yandıran nədir? Dünənləri kişi kimi söhbət elədim ki, bilirəm dedim, siz terror eləyəcəksiniz. Terror eləməyin. Terror eləməyin. Sadəcə olmuş cinayəti bizə verin. Olmuş cinayəti. Bilirəm, lap Əlin Ağayevin də diyor. O bellədi mən. Dedi, Əlin Ağayev dedi, düzdür dedi. İndi burada nə məsələ var? Zəki dayı. Hayır. Ramiz Mehdiyev, Bəylər Əyyubov klanı hədəf alıb İlhamı, ortada yanan kimdir? Əlin Ağayev. Ortada yanan Əlin Ağayev. İndi mən də deyirəm ki, Əlin Ağayev də bir klandır, Mehriban İlham bu. Deyirəm ki, siz bir klan sizi məhv eləyir. Siz də əlinizdə olan materialdan bəzilərini verin, bizim üçün nə var ki? Bax, Ramiz də xalqı qayırıb, az çox qayırıb, bəylər xalqı laf çox qayırıb, İlham da qayırıb, Mehriban. Bu xalq açıq, götünü açıq qoyubdur, açıq demək olur belə. Gələn soxub, gedən soxub, gələn soxub. İndi deyirəm bizim üçün dəxli yoxdur, mənim üçün Bəylər Əyyubov, Əlin Ağayevdən betər düşməndə bu xalqa da mənə də. Mən deyirəm Əlin Ağayev mən həmişə efirdə təriflədiyim adam olubdur. Mən deyirəm Əlin Ağayev əlində olan materialdan versin, bəylərin pişiyini ağaca dırmaşdırın. Belli bax. Əlin Ağayev elə eləmirdi. Əlin Ağayev sadiqdir də. Əlin Ağayev deyirəm kimə sadiqdir Əlin Ağayev? Əlin Ağayev kimə sadiqdir? Deyir xanıma. Xanımın götünü şeylikləri qayırırlar, İlhamın götünü qayırırlar. Əlin Ağayev də ölüm ayağındadır. İndi sözümün ondan getmir. Gördünüzmü dəyərli həmvətənlər? Mənə çıxdılar. Gündəmi dəyiş dedilər. Dedim mıs-mıs eləməyin Mustafa deyin. Gündəmi dəyişməyin yolu budur. Müəllimi getdilər. Bütün Azərbaycan paylaşır. Ala baxın. Bunu da verim, söz verirsiniz Zəki bəyə. Ala baxın, ala. Mehman Hüseyin, ala elə bu da atıbdır mənim Mehman. Ala. Ala baxın. Birinci, litsey bunundur. Bəylərin qardaşı oldu. Litsey bəylərin qardaşı oğlu Ruslan bunlar ömür boyu
kriminallara ad veriblər, kriminallar düzəldiblər. Rövşən Lənkəranskini öldürdülər, 100 Rövşən yaratdılar, 1000 Rövşən yaratdılar. Rövşən Lənkəranski sağ olsa onun adından kimsə istifadə edə bilərdimi? Və yaxud Qulini öldürdülər, 1000 dənə Quli yaratdılar. Bugün Quli sağ olsaydı Qulinin adından kimsə istifadə edə bilərdimi? And olsun Allaha deyirəm. Quli İsa Sadıqova dayı deyirdi, dayı. Polkovnik İsa Sadıqovara danışır arada bir qurbanda. O şərəfli insan. Sadəcə biraz çəkincək, qorxaqlığı var. Şərəfli insan. İsa Sadıqov çox şərəfli insan. Və İsa Sadıqov deyir ki, Quli mənə 2 dəfə çıxdı deyir, dayı. Qabilin vurulması mənə deyilibdir. Vurulması mənə baskı edilir, deyilir. Nədir Qabilin vurulması məsələsi? Qabil kimdir? İsa Sadıqov da deyib ki, Qabil xalqın sevimlisidir, siyasətçi adamdır, sənin nə işin var? O da deyib, dayı elə, mən də elə düşünürəm. İndi bax, məni öldürmədiyinə görə, məni kimlərini öldürmədiyinə görə, sifarişləri yerinə yetirmədiyinə görə lotu Quliləri büyün aradan götürdülər, 100 dənə Quli yaratdılar. Hardan baxsan, Qulinin şəklini qoyub profilinə. Hassa cındırlar var cəmaatı qorxutmaq üçün. Rövşən Lənkəranskinin Qulinin şəklini qoyur profillərinə cəmaatı qorxutmaq üçün. Hələ-hələ xox eləyəndə, hələ-hələ montaj edib qoyurlar. Ayıb deyilmi? Baxın, məktəbdən yazışma göstərirəm sizə. Baxın, məktəbdən yazışma göstərirəm sizə. Ala, birbaşa müəllimlərin yazışmasıdır. Müəllimlərin yazışmasıdır. Ala, baxın. Baxın. Oxuyun mu nə yazılıb? Burada tərsinə düşür, bilirəm. Yazılıb. Yaxşı ol qaqa, müəllimdir, bir də elə bir ki, məktəbi qutaran uşaqdır, belə yazışmadır. Mən də yaxşıyam, yaxşı ol qaqa. Bugün Bakıda olan hadisə var ha, yəni üstü örtülü yazır. Bakıda olan hadisə var ha, bilirsən niyə oldu? Şagird müəllimini vurmaq niyə oldu? Mənim öz fikrimcə və orada hamı danışır, eyni zamanda öz fikridir. Fikrimcə, hər şeyi o olaya kölgə salmaq üçün, etdilər. Yəni, Alyona söhbətinə kölgə salmaq üçün etdilər. Burada yazır, özünüz gözləyin, ehtiyatlı olun. Məktəbin adamları da. Deyələ, bütün hamı yazır ki, Alyona söhbətini bağlamağa görə, bax, siz deyirsiniz, ha, uşağı yedilər orada. O uşağı yiyən İlham Əliyev oldu. Bax, ala, bir dənə şey göstərim sizə. Ala, baba, hanı? Zəki dayı, çox üzr istəyirəm. Ala, bax, Zəki dayı. Göstərirəm, bax, bunu. Ala. Baba, burada bir qəhvənin balası görün nə deyir. Qəhvə balası göstərirəm. Qəhvə balası görmək istəyirsinizmi? Qəhvə balası görmək, neçədən qəhvə balası göstərərəm sizə. Ala, bax. Ala, baba, ala. Ha. Açı. Makronun Epstein'lə şəkili yoxdur. Makronla Epstein'in şəklini yan-yana qoyubdur. Bu da qatıqladı deyə bunu sildilər. Bu videonu görmüşdünüz də, 2000 adam baxmışdı. Makronla Epstein'i montaj edib qoymuşdu. Və gətirib mehmanı hara calamışdı? Epstein'ə. Öz də orada nə deyir? Belə də deyir ha. Çox şüman ki o videonu kimsə kəsib, kimdəsə varsa mənə atsın. Öyle DTX'nin adamı da, DTX'nin zabitidir. Deyir ki, bizim prezidenti de Epstein'de deyirlər, olubdu. Amma yalan deyirlər. Öz də hallıdır, nədir, belə danışır. Getdi mehmanı caladı Epstein'de ki, ora getmiş bir adama. İndi özlərini itiriblər, buna bax, buna. Bu videonu görmüşsünüz, çoxu paylaşır ki, polislər qazimizi döyüb, qazimizi təhqir edirlər. Ümumiyyətlə bu Fikrət Həsənovun qazi. Bu anası Valik kimdir bilirsizmi? Bu orduda Suka kapitan olubdu. Suka. Bu adam gəldi deputat olmaq üçün, o girmədiyi göt qalmadı. Dilinlə yalamadığı göt qalmadı. Dedilər, deputat olmağa ən az 2 milyon getməlisən. Bax, indi də polisə işverənlik eləyir. Bununla çörək yiyən, yediğiniz çörəyin içine töküm spermamı. Bununla çörək kəsən adam sənin ananın, bacının dallağını, necə deyərlər, kəstirmədən soxsun Qabilin izləyiciləri. Bu adam polisin sukası. Buna bax. Aidiyyatı yoxdur. Heç bu əskərlikdə olmayıb. Eyni zamanda narkotik vasitələrin satışı ilə məşğuldur.
bir neçə dəfə də məhkumluq həyatı yaşayıb. Yəni bu Ay bacının ağzına verim. Ay sənin arvadının dilinin üstünə Zəki dayı töksün. Ha, deyək ki, narkotik çəkibsə, haçansa, lap satıbsa, belə döyülməlidir. Belə döyülməlidir. Ha? Ay sənin ananın bacının ağzına verim. Sənin zabit rütbənə töküm. Səni doğan ananın cəyinin arasına eşişək soxsun. Danla, aya burada Zəki dayı skandaldır, skandal. Bax, Zəki dayı bütün hamını tökdülər medianı. Ala bax, ala bax. Hazırda hələ də həmin sözü gedən İlqət Hüseynin qarşısındayıq və görünən mənzərə odur ki, Baxın, müəlliməni, baxın, deyiz epişdeyin. Ay, uşağın əlinə avtomatı verdilər. Avtomat, hər nəysə silahı verdilər. Müəlliməni güllələtdirdilər. Bunu eləyən kim idi? And olsun Allaha Əlin Ağayevi. And olsun Allaha İlham Əliyevə məlumat verir. Bilgisi daxilində. İlham Əliyev deyib bilirsiniz nə var? Nə var? Qazini tutun, qayırın. Şəhid anasının qulağından tutun, ağzına verin. Nə bilim, məktəbə silahlı hücum eləyin. Nə inirsiniz eləyin? Alyona söhbətini bağlayın. Alyonanın o camış hamcığı, boydamcığı var ha. Alyona söhbətini bağlayın. Vəssalam. Qırğın gedir İlham Əliyev ailəsində. Azərin deyirlər, Azəri axtalayırlar, Azəri. Balaca Heydər küsüb gedibdir. Alyona deyir 2 dəfə intihardan dönübdür. İlham Əliyev deyir, biz Peysər ailəyik, biz Peysər. İlham Əliyev deyir, nə intihardı. Ay balaca Heydər ömrü boyu götünü siktirdin. Ortaya çıxdın, ömrü boyu götünü siktirib də balaca Heydər. Bircə dəfə kişilik elədi, ortaya çıxdı. Evlənməyə gördünüz. Məhəmməd Mirzəli qayırmadığı Fransada. Nələr qayırdı, nələr. Məhəmmədin bir dənə... Qabil, maraqlısı bir sən nədir burada? Qabil, maraqlısı bir sən nədir burada? Mən nəyə məhsəl qaldım burada əsasən? Yəni, Heydər bu bizi Fransada tapıbdır. İndi Azər buna necə sırrıyıb buna hansı, mən bir günləri Elmandan da danışdım. Dedim, Elman, sən axı magiya ilə məşğulsan, ha qardaş. Magiya işlərini sən bilirsən. Yəni, belə magiski ritual adı nədir? Orada ediblər ki, Heydərin gözü, ağzı, qulağı bağlanıb hamısı. Yəni, xəbəri olmur ki, kimi alır. Özü də ki, yəni, Heydər bu qədər yəni qanmaz bir adamdır ki, buna birinci əri marojini verib, yalatdırıb. İkinci əri klarnet verib, saldırıb. Üçüncü, nə bilim, aparıb Dubaya orada, nə bilim, neyinib. Sergey bilmirəm daha neyinib. Azər daha nələr eləyibdir. Bu, bunun dodağından necə öpür? Utanmır, bu, ölmür, yerə girmir. Bu, necə bunun dodağından öpür? Bir fikirləşmir ki, bu kimə alıbdır bu? Və Mehriban nənə, sən hara baxırsan? Sən axı anasan axı. Sən axı bir oğlunsun. Bir Azərbaycanın mentalitetinə uyğun bir xanım seçməlidir. Yəni seçəndə də heç olmasa bir faşi alırdın, əcəb eləyir. Təmiz tövbəli bir faşi alırdı. Onun tövbəsi yoxdur. Bu gecə gündüz ərdə ola Dubaya gedir, ərdə ola Ərəb əmirliklərinə gedir, ərdə ola Fransaya gedir, orada xüsusi yerlər var da. Bu ərdə ola gedir ha. Mən ona görə dedim ki, bax ay Mehriban, şəxsən sevil, ağzınıza süzün ta nələr qoydu. İlham, səndən bacın elədi də bunu da. Bunu sənin dost doğmada bacın elədi. Görsən nə gündəsən. İndi burada gələk xalqın yek sözü olmalıdır. Xalqın yek sözü nədir? Yəni bizim cürətimiz çatır ki, xalqın adından biz danışaq. Bax, ictimai insan nə deməkdir? O bəziləri çıxıb danışırlar, deyirlər ki, ictimai bu yaxşı deyil, bu ailənin söhbətini aparma. Əgər bir insan dövlət aparatında işləyirsə və dövləti təmsil edirsə, bütün 54 milyonluq Azərbaycan xalqını təmsil edirsə, dili ilə deyib də bunu da, İlham Əliyev deyir ki, mən 52-54 milyonluq xalqın nümayəndəsiyəm. Ona görə də sən bu nümayəndəsi olmuşsan, gəlini də gətirib çıxartmışsan 54 milyonluq xalqın içərisinə, bütün Avropaya, bütün necə də Ərəb əmirliklərinə hamısı bilir ki, bu Alyona sənin şəxsən gəlinindir. İndi ki, bunun bu şəkilləri çıxdı, bu forası çıxdı,
marojni yalaması, klarnet çalması çıxdı. Mən də burada tadi ana bacılar var, ona görə mədənidir. TikTokda bunu necə lazım demişəm mən hamısını. Amma burada indi xanımlar var, ona görə mən bunu belə deyirəm. Rusiya, Avropa kanallarına şəxsən mən baxıram. Rusiya kanalları, Avropa kanalları hamısı ay İlham sənin bu gəlinindən danışır. O Cənubi Azərbaycanda belə mahnı çıxmışdı, hamı səndən deyir. Bax hamısı sənin bu gəlinindən deyir. Sən gərək bir silah götürəsən, bir tapanca, alnıma qoyub özünə vurasan. Əgər həqiqətən sən Azərbaycan qanı daşıyırsansa, ancaq bir bilir ki daşımırsın. Çünki sənin nənən hələ Alona toya getməlidir. Yəni biz bunu belə deyək də. Yəni ki ona görə sən gərək istefa verəsən təmiz. Təmiz istefa verməlisən. Sən Azərbaycan adlı bir dövlətin dövlət başçısı olmağa layiq görsən. Çünki Azərbaycan dövlət başçısı olsaydın sən Azərbaycanda zavod fabrika açardın, yeni texnologiya gətirərdin, kənd təsərrüfatını artırardın, yeraltı yerüstü sərvəti xalqın arasında bölərdin. Başa düşürsənmi? Amma sən bundan heç bir şey eləmədin. Sən neynədin? Sən Azərbaycanın xalqına genosid, Tərtər qiyamını keçirdin, orada olan əskərlər, zabitlərimizi öldürdün, bayrağın üstündə olan adı nədir, əskərlərimizi zorlama yeritdin həyata. Ondan əlavə, bütün Azərbaycanın kəndlərində, rayonlarında bir dənə adam bir qoyun saxlaya bilmir, bir toyuq saxlaya bilmir, bir heyvan saxlaya bilmir. Kənd təsərrüfatını artıra bilmir, əkinlə heçsinə. Hamısının başını it oynatırsan. Yolda gedə-gedə cəmaat, polis saxlayır, cavan gəlin olsun, cavan bir ailə olsun, başırmasına zorlayır. Uşaqların, körpələri 13-14 yaşında oğlan, qız uşaqlarını oğurlayıb, aparıb zorlayırlar. Orqanlarını kəsirlər, çıxartırlar. Müharibə olanda nə qədər qabil göstərdi, nə qədər Elşad göstərdi, Orxan göstərdi, Manat göstərdi, qeyri başqaları göstərdi ki, tabutların içindən daş çıxır, şalban çıxır. Hamısını kim edirdi bunu? Bunu sən edirdin. Nə qədər günahsız əskərlərimizi gülləliyib öldürtdürmüsən sən. Hələ indiyənəcən Nəcməddin Sadıqova qarşı bir iş qalxmayıbdı. İndiyənəcən Tərtər hesabında gedən proseslərə bir iş qalxmayıbdı. Qazilər 80 manat alır. Üzdən İraqlar ayda 400-500 manat maaş versən onlara. Nə bir dənə kasıb ailələrə yardım edirsən. Hamısı Cəmir, Elşada, Qabilə, Orxana, Mirzəliyə, qeyri başqalarına yardım istəyirlər. Hələ ondan da var, sənin trolların var. Bütün bu Avropada da salmışsan ki, bütün blogerlər, bütün siyasətlə məşğul olanlar bir araya gəlməsin. Neçə dənə şakallar var ki, çıxırlar ki, Elşadın verişdə çıxanın nəsli belə olsun. Qabilin verişdə çıxanın nəsli belə olsun. Ağzından çıxanı da eşşəklər başa düşmürlər. Qulaqları eşitmir ki, ağzından çıxıb nə danışırlar. Beləsinə bir qeyrətləri var sənin özün kimi. İndi sən nə istəyirsən? Alona məsələsini bağlamaq istəyirsən. Alona məsələsinin bağlanması üçün Qabil bayaqları qızıldan qiymətli söz dedi. Nə dedi? Tərtər hesabında gedən prosesin videolarını at girən. Öldürülən blogerləri necə bunu çəkmişsiniz, onları at girən, bu çıxsın üzə. Amma onu ilə belə, onsuz da xalqın ürəyindən tabi silinməz. Yəni Alona məsələsi. O an artıq başa düşürdü. Ona görə ondan leydi ola bilməz. Sən cürətin çatmaz ki, ona Azərbaycan leydi qoyasan. Çünki Rusiya danışır bundan. Avropa danışır bundan. Biabırçılıq da bu ərəblərdir ki, tabi şaqqıltı vururlar orada. Kəbalam, Akasu gör, İlham gör, oğraşıymış. Həqiqətən oğraşıymış. Mehriban, nənə, utanmırsan sən? Səndə bir hayabır var ki, oğluva kimi almısan? Hansı qızı gətirib verdirsən oğluva? Yoxsa sən də onu tayırsan? Elə çıxırır, sən də onu tayırsan. Əgər bunu həqiqətən sən oğluva almısan. Zəki dayı, bu İlham Əliyev niyə bunu boşamır? Burada iki variant var da, ya uji Vatikana böyük sərmayələr ediblər Alyonanın adına. Çünki getdilər Vatikanı sıraz apardılar Papan yanına. Ya da İlham Əliyev özü də qayırıbdı Alyonan. İkincisi düz gəlir. İkincisi düz gəlir. Çox güclü bir Alyona seksual qızdır. Çox güclü. İlham Əliyev ondan özəl çəkmir.
Vallahi söz tapamıram. Mən sənə burada bunu deyim ki, yəni ki, axırı ki, indi mən biraz geniş siyasətdən də deyim burada bir kişəlmə. Məndə olan dəqiq məlumata görə nəhayət ki, Vatikanla Anglo-Saksonlar bir araya gəliblər. Yəni müəyyən siyasi işlərdə birgə irəli getmək məsələsi qoyulubdur. Həm İran məsələsində, həm Böyük Azərbaycan məsələsində. Mən də burada istərdim Böyük Azərbaycan məsələsində bir xırdaca bir söz deyim burada bir balaca. Yəni haşiyyətən qıral deyim ki. Bugünkü günə bizim Azərbaycanımız Böyük Azərbaycan həyata keçməsi üçün heç nə eləməyib. Nə onun infrastrukturunu, nə ona məsələn siyasi yəni proqramını hazırlamayıbdır. Nə siyasətçilər hazırlamayıbdır, nə döyüş taktikası hazırlamayıbdır, nə də ki buna pul qoymayıbdır. Bomboş danışıqlar gedir ki, hə, Turan, Böyük Azərbaycan. Bunlar hamısı yalan söhbətdir. Bunun hamısının həyata keçməsi üçün Böyük Azərbaycanın necə ki 1943-cü ildə Cənubi Azərbaycanda dövlət yaradılmışdı. Bütün Azərbaycandan oraya kitablar getmişdi. Azərbaycandan oraya müəllimlər yollanmışdı. Azərbaycandan oraya dövlət idarəçilik infrastrukturunun siyasətini aparmağa insanlar yollanmışdı. Yeganə bir sözə görə Anglo-Saksonlar Stalinə qayıtdılar, dedilər ki, bir şərtlə biz sənə Avropanın müəyyən sahələrini verdik, idarə eləyəsən. Bir də hansılardır onlar? Bolqariya, Rumıniya, Vengriya, Çexoslovakiya. Yəni ki, bu ərazilər Slovakiyaya verdik. Amma İranda İran adlı dövlət qalmalıdır, Azərbaycan dövləti orada olmamalıdır. Hindistana yolumuz bağlanır. Yəni mən bu tarixini bildiyimə görə ona görə bunu sizə deyirəm. Ona görə də Stalin razılaşdı və oradan SSR ordusunu, Azərbaycan ordusunu, Taganrog ordusunu çəkdi oradan geri. Çəkəndə Rza Pəhləvi 45 min həmin o çəkdiyi günün səhərsi 45 min Azərbaycanlının başı kəsildi. Baxın ha, Rusiya, Stalin bizə hansı zərbəni vurdu? Anglo-Saksonlar hansı zərbəni vurdu? Amma indi isə Anglo-Saksonlar o məsələlər gedəndən sonra indi ayrılıblar ki, böyük bir səhv görüblər. Ona görə onlar istəyirlər ki, bütöv Azərbaycan olsun, İran adı götürülsün. İndi Anglo-Saksonların başa düşüblər axırıncı 10 il ərzində. Və ona görə də İranın dağılmasını istəmirlər, rejimin dəyişilməsini istəyirlər. Və İranda gərək rejim dəyişilsin ki, və bütün ərazilər Azərbaycan adı altında qalsın. Çünki keçən səfər mən elə Qabil qardaşımla söhbət edəndə mən qayıtdım ki, İranda vəziyyət nədir? Yəni o söhbətə mən təzədən getmək istəmirəm. Yəni ki, hansı qəbilələr, hansı kütlələr nəyin uğrunda mübarizə aparırlar. Amma Təbriz, Urmiya, bütün bu Azərbaycan türklərimiz orada bütöv İranın uğrunda mübarizə aparırlar. Başa düşün. Çünki Kəngərli körfəzi Azərbaycan körfəzidir. Və mən keçən səfərdə deyəndə bir də təkrar edilən bir kəlmə sözü ki, Anglo-Saksonların kökü Şamaxıdandır. Bu, mən tarixi faktları deyirəm də sizə də. Laçındandır, Naxçıvandandır və Kəngərli körfəzindəndir. Yəni bunlar 2600 il bundan qabaq Kətlər, Şafladılar, Vikinglər Azərbaycan ərazisindən gediblər həmin o ərazilərə. Yəni bunu siz biləsiniz ki, bu qədim tarix şeyindən mən sizə bir balaca açmalar verdim. Yəni bunu biləsiniz. Ona görə də başa düşün ki, Böyük Azərbaycanın, Böyük Turan həyata keçməsi hələ 2030-cu ildən sonra bu söhbətlər həyata keçəcək. İndiki zamanı dövrü deyil bu. Yəni ona görə də bu barədə heç kim yalandan bir şey danışmasın Turan barədə. Turançılığa hələ Azərbaycanı, hələ biz hazır deyilik və bizdə elə bir büdcə yoxdur, elə bir ordu yoxdur ki, biz bunu həyata keçirdək. Və bu, bəli. Zəki dayı, deməli son dəqiqə Turan zad bunu yaradılası, zat İngilislər parçalamaq. Sadəcə bu İlham Əliyev və Erdoğan zad bu Turan-Muran söhbət eləyir ki, yalandan oxuyar. Güya nəsə eləyiblər. Deməli, dəyərli həmvətən, dəyərli soydaşlarım, son dəqiqə xahiş edirəm bu çıxışımın bu hissəsini də kəsin, paylaşın. Artıq İlham Əliyevin göstərişi ilə
bütün qurumlarda sosial şəbəkələrdən uzaq olun komandası verilibdir. Yəni, dünən yox sırağa gün artıq Təhsil Naziri Emin Əmrullayev də xəbər verdi ki, bütün müəllimlər ancaq Facebook və Twitter, yəni sərt qərar deyil, sadəcə təcili tövsiyə olunur, tələb olunur ki, sosial şəbəkələrdə cürbəcür şeylər paylaşılır, onu müəllimlər görməsə yaxşıdır. Yəni, Alyonanı görməsə yaxşıdır. Ona görə müəllimlər, dərhal müəllimlər Facebook və Twitterdən başqa bütün sosial şəbəkələrdən uzaq durmalıdır. Bir, digər dövlət qurumlarına da bu xəbər verilib ki, xaricdə mehmanın qarşısını ala bilmirlər, bizim qarşımızı ala bilmirlər. Ölkə daxilində insanların sosial şəbəkələrdən uzaq olmasını istəyirlər. Bundan əlavə, hətta YAP-ın, əvvəllər YAP-da belə bir komanda verilmişdi ki, YAP-ın üzvləri. Deməli, bütün yapçılar sosial şəbəkə səhifələri olsun və ilimli, səliqəli şəkildə blogerlərə, bizlərə cavab versinlər. Söyüşdən cavab verən o xüsusi qruplar da olar. Yüzbaşılar var, onbaşılar var, şeyimin başılar var. Onlar başqa o pularlar var. Və deyirəm, indi yapın adamlarına da gəlibdir ki, yavaş-yavaş sosial şəbəkədən uzaq olun, İlham Əliyevin gəlinin qəhbəliyini görməyin, üstəlik qızının da şeyi gəlir indi, qızlarının da yayınlayacaq Mehman Hüseynov. Deməli, bundan əlavə bunu çatdırdım sizə. Bunu kəsin hər yerdə paylaşın. Bu nə deməkdir, bilirsinizmi? Elə bir ki, qavanına ac vaxtı yemək qoyulurlar, İlham deyir, o yeməyi evinin içində yeməməlisən. Elə bir bu nə deməkdir, bilirsinizmi? Arvadı ilə yatanda daldala yatmalısan. Daldala çaşıb birdən cinsel agezlə girərsən. Ha, bax İlham Əliyevin göstərişidir. Gicdallaq oğlu gicdallaq. Bu telefon mənimdirsə, arvad necə mənimdir, bu telefon da mənimdir. İstədiyim yerə girərəm, istədiyim girdirənə baxaram ya taxaram. Sən kimsən hə? Cöndər oğlu cöndər. Elə lotusan, bir yolluk interneti bağla. Görüm qabağında dura bilərsənmi? Götümü qayırar baba. Bu xalq var ha. Rusiyada Ukraynanın qələbəsini qazanmaq üçün bircə dənə vin zavodları bombalamaq lazım. Rusun arağı qutardı, inqilab olacaq orada. Bizdə də nədir? Bizdə də nədir? Sosial şəbəkə bağlansa, çünki ham ürəyini orada boşaldır. Hələ TikTokda dilənənləri, bədənini satıb dolananlar demirəm. TikTok, sosial şəbəkə, yəni internet getdisə, hamı meydana çıxacaq. İkinci ən dəhşətli xəbəri verim mən. Əziz həmvətənlərim, bilirsiniz ki, bu ay ordumuz maaş aldı. Ordumuzun 100.000 civarında, təkcə Müdafiə Nazirliyinin 100.000 civarında Maxe, Cizir və zabit heyəti var. Əskərlərdən başqa Maxe, Cizir və zabit heyətinin hər birindən 27 manat tutulubdur. Ümumilikdə 100.000-dən artıq olan bu şəxsi heyətin 3 milyon manat ordunun maaşından tutulubdur. Və dünən yox sırağa gün ordumuzun 13-14 maaşı verilibdir. 13-14 maaş zaten %90% kəsiblər, 5-3%-ə veriblər. Onun da Maxe Cizirlərdən 60 manat, zabit heyətindən 120 manat. Yəni 60 manatdan 120 manata qədər də 13-14-dən tutublar, əziz həmvətənlərim. Niyə? Alyona Qancıqovanın, Qoncarova zad yox ha, Alyona Qancıqovanın İlham Əliyev gəlinin özünə və atasına, gəlinin atasına, yəni İlham Əliyev Ukraynalı qudasına villalar tikir, fermalar tikir Qarabağda. Bax ona görə. Zəki dayı, çox qorxdun ha Alyonanın o şəklinə baxanda, elə deyilmi? Vay, özü dəhşət. Həqiqətən mən inandırım. Mən onu Facebookda paylaşdım. Həmin onu, bütün o qruplarımda Facebookda paylaşdım. İnandırım sənə ki, mən dəhşətə gəldim. Mən əvvəlcə çıxdım, TikTokda o barədə söhbət elədim və şeylərdən gördüm, pozdular. TikTokda pozdular mənim o söhbətimi.
Bilirsən, sənə də atdım onu, Elşada da atdım. Şimdi vaxtınız olanda bir hardasa bir mümkünsə, əgər kanalınız bağlanmayacaqsa paylaşın. Bu baxdım görüm ki, o siz qoysanız onu da sırazı şikayət gələcək sizə. O dəqiqə. Ona görə qoymamışsa o yaxşıdır. Çünki çox sərt söhbət eləmişdim. Bu doğrudan da dəhşətli ki, sən dövlət başçısı ola gedib hardasa Praşmantovka zırhı alıb gələcək. Estağfurullah. Gəlin eləyəsən sən. Hayabrın olsun da sənin də. Yəni Azərbaycanda sən bir dənə qız tapanmadın. Ərəbistanda sən bir qız tapanmadın. Bu boyda necə deyərlər Özbəkistanda, Qazaxstanda, Türkmenistanda. Baba. Sən bir qız tapmadın. Yəni ki alasan. Bu yabırçılıq daxı bu. Ömrünü də gətirib Azərbaycanın ledisi eləmək istəyirsən. Səndə hayabır var. Ay Leyla, sən hara baxırsan? Sən də otaysan ay Leyla. Arzu, sən hara baxırsan? Mehriban, sən hara baxırsan? Bu boyda bir yabırçılıq olar. Yəni utanmırsan sən. Gəl bir adamı gətirib Azərbaycanın... Ay Zəki dayı, başına dönüm. Yenə bu qəhbələrə üzümüz gözümüz örgəşmişdi bu Leylasına, Arzusuna. Bu təzəni hardan gətirilər, çıxartdılar, götümüzə paz elədilər. Mən başa düşəmirəm Praşmantovkayı, Pramı Praşmantovkayı. Özü ki, Adesada bara xeyir gətirilmiş buraya, pul verilmiş buraya. Doyla deydi orada. Əməlli başlı bu kliyentləri zadı gəlirmiş, yola salırmış. Bardan da ki, bu xeyri var imiş. Belə şey olar. Özü de ki, utanmaz. Mehriban bunu özünə oxşatmaq istəyir. Hələ mənim başım sıxmır. Heydər bunun dodaqlarından necə öpür. Buna baxır. Ölübü qoy, burada deyibləri, ölübü qoy dirivi ağla. Ölübü qoy dirivi ağla, burada deyibləri. Böyle de şey olar. Sen de bunu istəyirsən Azərbaycanın birinci ledisi eləyəsən. Mümkün deyil bu. Sen ya təfələ güllə vurmalısan, ya da ki Azərbaycandan götürüb bütün alövü, kələkülövü çıxıb getməlisən. Başka şey yoktu burada. Azərbaycana, yani ki dövlət başçısı ola bilməzsən sən. Səndən prezident ola bilməzsən. Bununla da öyle Rza Pəhləvi 9 qramdan qaçanmadı. Vırdılar onu. Oğlu da indi gəzir ki İrana təzdən qaçsın, qayda bir. Buna bax. Buna belə şey olar. Ona görə mən bütün Azərbaycan xalqına nə demək istəyirəm burada? Bütün bozqurtlara, bütün mərd insanlara qeyrəti, yani ki namusu qəbul eləməyən, aslanın erkek kişisi olmaz. İstir qadın olsun, istir kişi olsun. Fərqi yoxdur. Dediyim kimi, hamısı 100, 150, 200 qramlıq nazik şoptulkalar tapmalıdır. Sərərfi almalıdır. Maşın yağı almalıdır. Benzin almalıdır. Bunun hamısını qatışdırın, tökün o putulkalara. Fitil düzəldin. Zəncir, qılınc, yaba, nə çeşdəlinizə. Bütün Azərbaycan istir Astara olsun, istir Lənkəran olsun, istir Quba olsun, istir nə bilim ta Gəncə olsun, Sumqayıt olsun, Bakı olsun. Bakılılarıma da deyirəm. Hamınız hazırlıq görün döyüşə. Çünki bu rejim dəyişilməlidir. Azərbaycanda bu rejim qala bilməz. Mümkün də deyil. Ona görə hamı döyüşə hazırlaşsın. Bizdən xəbər eləsin ki, biz hazırıq. Mənə zəng edib deyirlər. Ümidvaram ki, Qabilə də Elşada da deyirlər. Ki, Zəki dayı, ağsaqqalımız gözləyirik üstün əmrimizi. Mənə bu sözü deyirlər. Mən dedim, səbirli olun, az qalıbdır. İnşallah. Yəni ki, çünki Qabil güclü siyasəti bilən adamdır. Zəif bilmir, güclü bilir. Amma incəliklər var. Ona söhbət yox. Onun yanında müşavirlər olacaq, yol göstərənlər olacaq. O da işini düz əməlli başda aparacaqdır. Qabil də, mən də biz istəmirik ki, Belarusiya vəziyyətinə düşək, Gürcüstan vəziyyətinə düşək. Və bir də buradan bir sözü gözəl deməksə, nə Qabil, nə mən heç bir vaxt icazə vermər ki, Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy bıraxdığı səhvləri biz bıraxaq. Çünki Məmməd Əmin Rəsulzadə o səhvi bıraxdı, Rus imperiyası girdi. Əbülfəz Elçibəy bıraxdı, Heydər girdi. Ruslar Heydəri soktu. Biz bu səhvləri bıraxmayacağıq. Ona görə də başa düşün. Nə Qubadıbadoğlu, nə də ki Əli Kərimli bu işləri görə bilməyəcək. Çünki onlarda humanizm daha güclüdür. Amma bizdə sərtlik var. Biz cərrahıq. Cərrah bir üstündə xəstə yeri kəsib tullamalıyıq. Cərrahiyyə görməliyik. Ona görə də bütün Azərbaycan xalqına deyirəm ki, Qabillə irəli deməlisiniz.
Qabil əqidə qardaşlarla irəli və ruhdan düşməməlisiniz ki, biz həqiqətən bu rejimi yıxıb, parçalayıb, məhv edib, Azərbaycanı təmizləyəndən sonra tərtəmiz Azərbaycanda biləcək ki, nə erməninin, nə rusun, nə farsın, necə deyərlər, nə o birisinin, bu birisinin agentura şəbəkəsi yoxdur. Ondan sonra seçkilərə imkan yaradacağıq. Bütün Azərbaycanın mərd qeyrətli oğlanları iştirak edəcək. Mən şəxsən öz adımdan bunu deyə bilirəm ki, mən ölənəcəm, gör evinə gedənəcəm, nəzarət edəcəm. Bütün Azərbaycanda Ağsaqqallar Şurasının məsələsini həyata keçirdəcəyik. İnşallah Elmanla bərabər, yəni ki, biz Ağsaqqallar Şurası bunu həyata keçirdəcəyik. Harada fırıldaqçı deputat olsa, harada fırıldaqçı siyasətçi olsa, yalandan gəlsin, orada otursun, nəysə manipulyasiya edilsin, vay onların alnı olacaq. Biz bu işlə məşğul olacağıq. Və daim bu siyasəti aparacaq ki, Azərbaycanda heç kəs rüşvətxorluqla məşğul olmayacaq ki, Singapur kimi. Bax, Singapur dövlətini görürsünüz də, onu Anglo-Saksonlar yaradır. Məsələn üçün, Katarı görürsünüz də, onu Anglo-Saksonlar, o nümunədir. Bütün dünya dövlətləri üçün nümunədir ki, dövlət istəyirsiniz, sizin üçün belə dövlət düzəldirik. Bax, belə dövlətdə biz düzəldəcəyik. Bütün qanunlar, qanun şah olacaq. Şəxsiyyət şah olmayacaq. Qanun şah olacaq. Necə ki, Qabil neçə illərdir bu barədə bu sözü deyir. Deyir ki, biz Azərbaycanda dəyişiklik ona görə edirik ki, qanun şah olsun. İstəyir mənim evladım olsun, istəyir Qabilin, istəyir qeyri başqasının müzadilən. Əgər qudurubsa cəzasını almalıdır. Bu yalan söhbət deyil, bu təmiz söhbətdir. Yəni ki, biz İmam Hüseyin yolu gedirik. Kəfəni əynimizə giymişik və ruhdan düşən deyilik. Baxmayaq mənim yaşıma, nə qədər də olsa mən ruhdan düşən deyim. Ona görə biz bu yolu son damla qanımızdan gedəcəyik ki, heç kim Azərbaycanda özünü heç kəsdən artıq saymasın. Hamımız bərabər olmaq. O tulalardır ki var, o tulaların da dili kəsiləcək. O TikTokda da mən deyirəm, Bırovda, Qabil demişkən Bırovda. Gedin Bırovda eşek kimi işləməlidirlər orada. Yəni bu qədər. Qabil məni üzrlə etsə belə. Çox üzr istəyirəm. Sonunda bir şey də deyim. Baxın, dəyərli həmvətənlərim. Bildiyiniz kimi Salih Məmmədovu, mən bu gün bunu qeyd eləmişdim bir dəqiqə. Salih Məmmədovu bildiyiniz kimi gözləyin bir dəqiqə. Buyurun. Salih Məmmədov vəzifədən atdılar. Bildiyiniz kimi dəyərli dostlar, dəyərli həmvətənlərim, Salih Məmmədov nə işinə baxırdı? Bütün Azərbaycan devlət bu yollarına baxan Salih Məmmədov idi. Salih Məmmədov Bəylər Əyyubovun adamı idi, əcəba çıxartdılar, yoxsa Mehman Hüseynov demiş Əli Nağıyevin adamı idi. Bütün hallarda onu deyə bilərəm ki, hələ indi ilkin olaraq onu deyə bilərəm ki, Salih Məmmədovun üzərindən İlham Əliyev milyardlarla pul yedi. Ən çox pulu yolun üstündən yedilər. Baxın, sənədlərdə bütün Azərbaycan yolları Avropa yolları standartına uyğun güya düzəldilib, o dərəcədə pul yiyilibdir. 10 milyardlarla dollar pul yiyilibdir Salihin üzərindən, Salih Məmmədovun. İndi məsələ nədir dəyərli həmvətənlərim, dəyərli soydaşlarım? Əsas məsələ odur ki, bu şərəfsiz deməli hanı Salih burada mən qeyd eləmişdim bircə dəqiqə. Deməli məsələ ondan ibarətdir ki, yerinə kimi qoyublar Zəki dayı. Məsələ yerinə kimi qoyublar. Yerinə Hacı Məmmədovun kriminal qrupunun başçısı Zakir Nəsirovun oğlu yerinə təyin edilib. Demək ki, İlham Əliyev terrordan, təxribatdan əl çəkənə oxşamır. Daha da böyük terror olacaq. Bu bir mesajdır. Baxın, oğlunu təyin edə. Bax, daldakı generaldır. Hacı Məmmədovun bir nömrəli adam. Bax, bu da oğludur, bax, oğlu. Demək ki, burada nə anlaşılır Zəki dayı? İlham Əliyev terrora davam eləyəcək. Zəki dayı, çox sağ ol, var ol, bərxudar ol. Allah razı olsun. Hamı heç kim yoktan düşməsin. Qabillə irəli deyə düymə basılan günüsü Qabil, Elşad, mən deyəcəyik ki, qalxır qayağa. Başlayır bunları qırmağa. Allah əmanəti, Allah əmanəti. Sağ olun, sağ olun.
Ay, səsim gəlirmi dostlar? İndi səsim gəldimi? Xahiş edirəm bir dənə yazın. Bir dənə yazın. İndi səsim gəldimi? Yazın, xahiş edirəm. Səsim gəldimi? Xahiş edirəm, yazın. Evet, geldi, evet. Hə, dostlar, qardaşlar, canlarım, ciyərlərim, tez bazar mən sizə bəzi materialları, bəzi məlumatları vermək istəyirəm. Maalesef bir dəqiqəlik sizin vaxtınızı alacağam. Deməli, Alyona dinləmələri qalsın qırağa. Alyona dinləmələri, Putin mehriban üçün aydın məsələ. Burada İran məsələsindən sizə bəzi materialları mən sizə təqdim edəcəyəm də. Bir dəqiqə vaxtınızı alaram hardasa, uzaq başı, bir dəqiqə vaxtınızı alaram. Deməli, dostlar, qardaşlar, yayımızı beğenin, paylaşın, auditoriyamız geniş olsun. Deməli, məsələ nədən ibarətdir? Xahiş edirəm, bir dənə yeni qoşulan izləyicilər, tık-tık 2 dəfə vurun, başlayaq. Birinci, İlham Əliyev Dövlət Avtomobil Yolları Agentliyinin rəis sədri milyarder Salih Məmmədovu çıxartdı və nəticədə yerinə Hacı Məmmədovun terror bandasının başçısının oğlunu rəis təyin elədi. Bununla da İlham Əliyev terrordan əl çəkməyəcək mesajını verir. Səsim necə gəlir? Səs gəlirmi? Yazın. Bir-iki nəfər yazmışdı, gəlmir. Amerika-İran danışıqları başladı, amma başladığı da kimi bitdi. Heç nə olmadı, heç nə olmayacaq da. Niyə görə? Niyəsin deyim mi sizə? Deyim mi sizə? Mən artıq əvvəl şübhə eləyirdim İranla savaşa. Düzdür, İran savaş ola bilər, az da ola bilər, çox da ola bilər, necə deyərlər, uzun da ola bilər, qısa da ola bilər, o heç, onu qoyaq qırağa. Dəyərli vətənlərim. Amma yadımdadır o, İraq savaşındakı Azərbaycanın üzərindən necə fantom təyyarələr gedirdi, yer titriyirdi, belə. İndi bu saat Amerika təyyarələri başımızın üstündən elə gedir. Gecə səhərə kimi. Səhər axşama kimi, əsasən gecə. Çünki o saat fərq var, elə uçurlar ki, buradan gecə keçirlər. Yəni artıq bu qədər dayanmadan daşıyırlarsa, nəsə var ortada. Nəsə olacaq. Daha indi danışılmış zəif savaş olacaq, böyük savaş olacaq. Mən ümumiyyətcə düşünürəm ki, prezidentlərin bəziləri özünü düşündü, nə isə düşündü, qorxdular. Epstein fayllarının, Epstein kasetlərin açılması ilə mən kimlərisə divara dirəmək, başını tupikə, dalını xiyara dirəməyə hesablanır. Bu dünyanın sahibləri var, elə bilməyimizdə olan prezidentlərdir. Yox, onlar təyin olunmuş fiqurlardır. Deməli, maketlər də olar. Əsas məsələ daldakı qüvvələrdir, gözə görünməyənlərdir. İran konkret lotuluq eləyir, İran lotuluq eləyir. Amerika masaya məcbur elədik, Amerikanı masaya otuzdurmağa məcbur elədik, deyir. Amerika bizim gücümüzü bilir, ona görə bizə saldırmağa, hücum eləməyə qorxur. Sonra nüvə danışıqları üçün oturma dedi. İran dedi ki, nüvə danışığı üçün otura bilərəm təkcə, başqa söhbətə görə yox. Nüvə danışığı üçün. Başqa söhbət nə idi o? İsrailə qanadlı o ağır raketlərin İsrailə çatmaması, müəyyən dərəcədə ixtisarlar, limit. Amma nüvə danışığına görə də oturdular. Dedi, bilirsiniz nə var? Nüvə bizim haqqımızdır. Biz nüvə silahını istehsal eləyəcəyik. Birinci eləmək fikrimiz yoxdur. İkinci eləsək də kimsə bunu bizə qadağan eləyə bilməz. Amerika dedi, bu Hizbullahın zadının əlinə düşər. Yəni, uzun sözün qısası, İran deyir ki, qabağından yemir, dirəşir. Yəni, savaşdan başqa da Trumpa şans qoymayıbdır. Yəni, bunu açıq deyirəm mən sizə. Biz savaş olacaq. Amma Molla rejimi devriləcəkmi? Buna bacaracaqlarmı? Vallahi, billahi, məncə bacaracaqlar. Məncə bacaracaqlar. Amma bir şərtlə. Amerika o gəmilərlə gəlib heç nə eləyəməz. Britaniyanın köməyi olmadan, müttəfiqlərin köməyi olmadan, hələ Avropadakı əsas müttəfiqlərin köməyi olmadan heç bir vaxtı Amerika İran rejimini devirə bilməyəcək. Müttəfiqlər də kömək eləyər bir şərtdən ki, bugün bizdə, sabah sizdə İranı devirək, sonra da bizə də lazım olan Ukraynada Avropanın təhlükəsizliyi.
İran Avropaya təhlükə yaratmır. Bizə də təhlükə yaradan Rusiyadır, Ukrayna üzərindən. Yəni, Trump o şərtdən nəsə eləyə bilər, amma Trump da gözü ayağının altını görmür, vəziyyət kifayət qədər gərgindir. Amerikada da bugün də zibili çıxdı işin, aləm dəydi bir-birinə. Amerikada fırtına qopdu. Niyə qopdu fırtına bilirsinizmi? Jeffrey Epstein, hansı ki mən onu çox göstərirlər və mən də sizə göstərə bilərəm. Jeffrey Epstein ölməyib. Ölməyib. Ölüm adından çox güman ki gizlədilir. Birinci, Jeffrey Epstein'in hər yerdə yayımlandığı şəkillərdə belə nakolka var qolunda. Görürsünüzmü? Qolunda nakolka var. Elə deyilmi? Amma burada xəstəxanada güya ölüm ayağındadır, intihar elədi, nə pox elədi. Burada nakolka yoxdur. Hətta ölüsündə belə nakolka yoxdur. Ölüsünün şəklinə baxdım mən, videonun fasonuna baxdım. Yəni o Jeffrey Epstein deyil. Mən onu indi sizə göstərə də bilərəm, çalışacağım sizə. Göstərəm ki, o Jeffrey Epstein deyil, o başqadır, bu başqadır, dostlar, qardaşlar. Dəyərli həmvətənəm, inşallah onu mən qarşıma çıxarsa onu sizə göstərərəm. Hər halda axtarım, tapan kimi göstərəcəyim. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, bu arada Jeffrey Epstein barədə mən bunu çox sevirəm, çox istəyirəm son zamanlar. Nura Suri'dir, nə bilim nədir, halal da ki, o kişinin qızına halal. Hətta onu hədəf aldırır hakimiyyət. Nura Suri model imiş, nə bilim nə, bəziləri sən heç müğənni döysən, nə sənət, nə zat, modelsən. Nə oldu, Roza Zərgərli götünlə qabağa gələ-gələ müğənni oldu, Nura Suri müğənni olmadı. Nura Suri'nin poxunu yiyənlər də çoxdur, hər nəysə. Bu Suri'dir, Nuri'dir, hər nədirsə, budur, bax, burada dünənləri deyib ki, Epstein məsələsinə münasibət bildirən Nura xanım deyib ki, güya bizdə Epstein yoxdur. Budur. Birbaşa mən deyəni deyib Nura xanım, Azərbaycanda da uşaq kəsirlər, uşaq yiyirlər, uşaq qanı içirlər, bunu hakim ailə eləyir, ayinlər oxuturaraq uşaqları yandırırlar, kəsirlər və s. və ilə. Bunu birbaşa İlham Əliyev ailəsi eləyir. Nura da dolayısı yolla bunu ünvanlayır və çox şübhə eləmirəm ki, Nuranı tutacaqlar. Nuranı tutacaqlar, çox şübhə etmirəm ki, Nuranı tutacaqlar. Bu, mən bir dənə şəkil göstərmək istəyərdim sizə. Ala. Bu vətəndaşı qoruyan sən olmalısan, dövlət sən olmalısan. Sən bugün minimum istehlak zəmbilində sən əti 90 qram müəyyən etmişsən gündəlik. Təsəvvür edirsinizmi? Sənin minimum istehlak zəmbilinin pulu... Sənin İlham Əliyev bir adam üçün minimum istehlak zəmbilinin pulunu sənin ən balaca məmurun bir dənə oturub tək ya 2 adamla abedinə xərcləyir. 1 aylıq bizim zəmbil yemək pulumuzu. İlham Əliyev, ay gicdillah oğlu gicdillah, qəhbənin balası. Əskərdir ki, sümüksüz ət 250 qram, sümükdən 300 neçə qram verilir. 360 qram səhv eləmirəmsə. Bəlkə də səhv eləyərəm. Zaten o da verilir ki, adam yadında qala. Verilmir axı, sənəd üzərində gedir. Yəni, normal insan 250 qram sümüksüz ət yeməlidir. Ay İlham Əliyev, götdən qoyduran oğlu götdən qoyduran. Cındır oğlu cındır, 90 qram niyə müəyyən eləyibsən ki? İstehlak zəmbilində niyə 90 qram eləmsən İlham Əliyev? Göt oğlu göt. Zaten onu da yiyənmir cəmaat. Görürsünüz, Azərbaycan efirində belə qiriyyətli xanımlar var, bunu deyirlər. Bu adam da yaxşı deyir, bax. Örüşləri məmurlar alıbdır. Bax, bu kimdirsə bilən, Vahid Məhərrəmov. Çox düzgün deyir Vahid Məhərrəmov. Bütün örüşləri hamısını alıblar. Bəylərlər, Kəmaləddinlər, inanın Allaha. Murtuzun oğlanları, bütün hamısı rayonlarda 100 hektarlarla yer alıb, özlərinin adına, bacıların adına, qızlarının adına, nəvələrin adına. And olsun Allaha deyirlər. 100 hektarlara yer alıbdır, boş qalıb orada. Kasıbı da qoymurlar.
Değerli vətənəm, değerli soydaşlarım, indi gələr efirə sizə təqdim eləyərəm o Epstein'ə görə. Deməli, müəllimi güllələnən liseyin rəhbəri uzaqlaşdırıldı. Bu arada Rus ordusunun kəşfiyyat generalı öldürüldü. Baxın, Rus ordusunun kəşfiyyat generalıdır bu. Bu bilirsiniz nə deməkdir? Elə ki, Rusiya ordusu daha güclüdür də. Bizdə indi elədir ki, Müdafiə Nazirinin Əli Nağıyev desə, Nazir Zakir Həsənov arvadını gətir çaldıracaq, Zakir Həsənov göndərəcək. Yəni bizdə bir xidmət rəisi deyilən bir Petuq Əli Nağıyev Lotolovdur da. Axırda gördünüz nətər götünü qayırdılar. Yəni Əli Nağıyev bilirsiniz də Kamran Əliyevin arvadının da ağzına verir. Kamranın fikir, ölkədə ən güclü vəzifə hansıdır? Ən güclü vəzifə ölkədə baş prokuror. Baxın, ən güclü vəzifə baş prokuror. Baş prokurorun arvadını Kamran çaldırır. Baş prokuror vəzifəsinə gətirən Əli Nağıyev onun arvadına çaldırır, onu baş prokuror eləyən Əli Nağıyev. Fikir verirsin. Çumonun biri olub. İnan Allaha arvad baş prokuror var ya o Kamran Əliyev. Onun arvadı nə qədər evdən qovalayıb bilirsiniz. İnanın Allaha deyirəm. Moskvada birbaşa ordunun kəşfiyyat rəisi Vladimir Alekseyə suiqəst oldu. Bu nə bilim general polkovnik da ki, general polkovnik. Rusiyada bundan 1-2-3 dənədir. Bunu niyə öldürdülər? Ki, Putinin sirrini bilirdi öldürdülər. Allah, bu elə belə ölmür bunlar. Bunlardan birisi nə qədər ölübdür? Nə qədər türmədə nə qədər ölüb? Mən deyəndə ki, Putinin sirrini bilən adam yaşamamalıdır. Mənə inanmırsınız? Putinin ən çox sirrini bilən kimdir? Kimdən çox sirrini bilən? İlham Əliyev və onun ailəsi. Ölməlidir. Ona görə Erdoğan götünü qırağa çəkibdir. Dəstək olmur. Ölməlidir. Ona görə Leyla özünü qoyub dəlliyə gicdillaqlığa. Yəni dəlidir də öldürməsinlər. Ona görə Mehriban itib ortadan yoxdur. Ona görə balaca Heydər gicdillaqdır. Ona görə Arzu Ümumiyyətcə siyasətə qarışmır ki, onu öldürməsinlər. Putinin sirrini bilən, başda İlham Əliyev olmaqdan, Mehriban olmaqdan hamısı öldürülməlidir. Öldürülməlidir. Çünki bu sirrə ya öldürülməlidir, ya da ölüm altından hansısa bir koloniyalarda, gizli koloniyalarda, adalarda yaşamalıdır. Sizə söz deyirəm. Mən elə belə sizə söz demirəm. Mən elə belə adam deyiləm. Mən sizi mart ayında sevindirəcəm. Mart ayında aldığınız dəhşətli xəbərlər sizi qısa müddət sonra sizi qələbiyə, ilhamsız Azərbaycana ötürəcək. Baxın, Azərbaycanın şəhid anasına görün nə deyirlər. Görün şəhid anasına polislər nə deyir? Nə deyir polislər? Belə polis diri-diri yandırılmalıdır, diri-diri. Senin abin heyvan. Var mı abin he? Nesi okuyorsun? Bakana pensiyon koyuyorsun. Ne okuyorsun? Sen tertüydün, sen hayatınızın aslanısın. Gene ben de penis almaya gitmişim. Neyse bırakmayın beni. Ne geç bırakmayın? Ne bırakmayın? Sen öl, gene ki. Sayın anasını evin asfalda ehliysin. Bu rehberlik kayıp mı burada? Sizi niye bırakmıyorlar? Biz yaşa çiğdiye bana. Ölümümüzde gitmez dönüyor. Fikir verin, şəhid anasını deyir, şəhid anasına deyir, ayağımın altına alar, çığırnayaram səni. Polis şəhid anasına deyir ki, səni ayağımın altına alıb çığırnayaram. Gör nə halə gəldik ki, kənddən kəndin arasına post qoyublar. Kənddən rayonun arasına post qoyublar. İlham Əliyev'i diri-diri yandırmalısınız. İlham Əliyev'in sarayını da yandırmalısınız. Ailəsini də yandırmalısınız. Çünki onun ailəsi hamısı prezident. İlham Əliyev yanmasa biz xoşbəxt olmayacağıq. Yandırılmalıdır. Yandırılmalıdır. Tam bizim cəmiyyətimizin bölüşdüyü. Anladım. Trump bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri, bunları təbliğ edir. Bunun elə ailəsinə baxmağa kifayətdir. What's the favorite thing you have in common with your father? Either real estate or golf. Donald, with your daughter?
Well, I was going to say sex, but I can't relate that. If Ivanka weren't my daughter, perhaps I'd be dating her. You know? Oh, it's so weird. You're known for saying outrageous things. Does Tiffany have of yours, and what does Tiffany have of Marla's? Well, I think that she's got a lot of Marla. She's really a beautiful baby, and she's got Marla's legs. We don't know whether or not she's got this part yet, but time will tell. Up the escalator. I'm going to be dating her in 10 years. Can you believe it? Gör dünya kimin elinde day millet. Mehriban da Fransız seksi model Fransız porno ulduzu. Gör dünya kimlerin elinde. Kimlere kaldı dünya? Dolu boşaldı dünya. Dünya, dünya. Değerli dostlar, değerli həmvətən, tez-tez bunları sizə çatdıracağım da. Bakın dostlar. Azərbaycan xalqı bugünə qaldı. Efirlərimiz xana, yaxşılardan uzaq. Aparıcılarımız xana, yaxşılardan uzaq. Müqəllilərimiz xana, yaxşılardan uzaq. Psixologlarımız xana, 1% yaxşısından uzaq. TikTok-girlər xana, orada faiz yoxdur, xana da elə. Blogerlər xana. Bəzi həkimlər, çılpaq danışan həkimlər, kişilər var, kişilər var. Bəli, TikTok'da xana. Əvvəllər biraz siyasətçilər TikTok'a meyl elədilər, danışanlar bir neçə oldu. Gördük ki, hamı kanalı şikayət elədilər. TikTok'a çıxanların hamısı qəhbədir, qəhbəliyə meyillidir, cındırdır. Vəssalam. Biri çıxdı buna bir cavab verdi Nadirə. Bir çoban var, qoyun otara belli. Şəbnəm tozduma bir mesaj yaz, bir like koy, bir mesaj yaz bu çobana. Yoxsa bu videonu siləcəm. Hər videoda da peysər çıxır. Elə eləməyin. Əgər seçilmək olarsa, ölün. Elə sizə görə deyir, hər şey xana olub. Şahis var Xatanın bir sözü var. Deyir, o məmləkətdəki xana çoxdur, pozğun çoxdur. Pozğun çoxdur, birində daha nə dedim. O məmləkətdə kişi azdır. Bizim az qalan faiz kişilərimizdən uzaq olur. Değerli vətənlərim, düzdür. Nadir Qafarzadə ilə tamamilə mən razıyam. Tamamilə razıyam Nadir Qafarzadə ilə. Hala baxın, Bin Salmana baxın, Bin Salmana. Epşteyn'dədir. Bax, İlhamın dostudur, İlhamın dostu. Hamısı Epşteyn'də. Deməli, Epşteyn əhvalat senin. Xameneyi, Putin və Erdoğan dəstəkçiləri Epşteyn əhvalatları ilə bağlı sevinəcək statuslar yazır, rəylərdə trolluk edir. Sanki bütün bunları açıb, ki, Putin də Epşteyn'də olub, Erdoğan da Epşteyn'də olub, Əli Xameneyini də indi oradan çıxardacaqlar, narahat olmayın. Narahat olmayın, hamısı oradan çıxacaq. Azərbaycan diktatör ölkədir sən. Bu insanın üstünde şeytan var ha. Yok bilirsən de, diktatör ölkədir. Biz həmin hepimizin pullarını yiyirlər. Türkiyədə otel alıblar 500 milyon dollar. Daha yaxşı eləyiblər. Verməyin almasınlar. Yaxşı eləyiblər. Oğlayıblar aslında, verməmişdir. Yok, sənin cibindən olan şey ötürürlər, mənim cibimdən ötürürlər. Mənə dəxlisi yoxdur sənin cibində. Hər kəs öz cibinə xəzinə. Necə mənə dəxlisi yox? Mən dostlarımın, mənim millətimin cibinə ötürürlər. Mənim cibimdən götürməyiblər. Mənim evimə girməyiblər. Ötürürlər. Mən artıq söz deməyiblər. Mən nə qələt eləyərəm ki, artıq söz. Necə, qazilərin pulunu ötürürlər. Sən önəmli dörsən ki, qazilərin pulunu ötürürlər. Əlillik kəsilən qazilərin pulunu ötürürlər. Bu qəhbiyə demək lazım da qəhbə, acırıq. Neftdən, qazdan sən nə qədər pul əldə eləmişsən? Nə qədər pul əldə eləmişsən? Adam başına, hər ailəyə 50 min, hər ailəyə otduğu yerdə ildə 50 min, 100 min dollar pul düşə bilər. Yəni, ayda nə bilim deyək ki, 4 min, 5 min dollar pul düşə bilər. Bunu iqtisadçılar gözəl hesablayıbdır. Yəni, sual ortaya çıxar, qəhb ayda 4 min. 11 min şəhidlərə pul veriblər, halbuki 11 min mən burada 20 günümün pulu. Necə? Veriblər də. Mənim dostum övlad böyüdüm. Mənim qonşum övlad böyüdüm, əziyyətdən 18 ildən sonra aparıblar, bu Moskvada etmişim. Necə? Mən dostum üçün narahat olmuyorum. Bu ağzına alanın oğlu, qardaşı Qarabağda öldürülsəydi, elə deməzdi. Bir dənə qeyrətlə iş göstərin yanınızda.
Elə deməz də dəyərli vətənlərim, elədir. Demək, Zaluzhinlə də danışacağam. Tutda istənilən vaxtı Zazimlinni versə, vuracaq kimsə, uşaq var. Buradan bir gündə 500-dən çox məktəbli uşağı gedib gəlir. 500-dən çox. İndi onlar dərsdən birazdan çıxacaqlar. Və Somali'de, Venesia. Ekranı beğenin dostlar, ekranı beğenin. Çok xahiş ederim. Bir dənə beğenmem. Dəyərli vətən, baxın ha, bax buradan tok gedir. Özdə 360 o böyük gərginlikli 3 faza gedir. Baxın ha. Ay millət, balalarımız oradan çoxsaylı uşaqlar məktəbə gedib gəlir. Həmən o tok enerji gedən stolpaların da bəziləri dəmirdir ümumiyyətcə. Baxın ha. Baxın ay millət. Hayır, yani bu kadar olmaz da bunu düzeltmeye lazımdır. Bunu belə etmək olmaz. Və bunun bu problem 10 ildən çoxdur bu vəziyyətdədir. 10 ildən çoxdur. 10 ildir bax belə bir vəziyyətdədir. Belə bir haldadır. Sudur da su. İndi ortaya bir sual yaranır ki, bu uşaqlar necə gedib gəlsin? Bu necə buraya gedib gəlsin? Yəni görə nə yazır bu? Yəni Şirvan deməli, fikir verin, dəyərli vətənlərim, dəyərli soydaşlarım. Azərbaycan göt verən xanadır. Bu şey yolda qamışlar bitirir. O qədər 10 ildir su orada qalır deyə qamışlar bitirir yolda. Fikir verirsinizmi? Rusiya deməli dedi ki, Sergey Lavrov dedi ki, kəşfiyyat generalının Vladimir Alekseyevə qarşı terror aktının arxasında Ukrayna durur dedi. Lavrov dedi, dəyərli vətənlərim, bunu da sizə çatdırdım. Lavrov dedi, dostlar, qardaşlar. 22 gündür aclıq edir, dəyərli vətənlərim, siyasi Nurlan Libri, Nurlan Libri 22 gündür aclıq edir. Bu adamın başından bir tük əski olsa Mehribanın dal deşiğini dağıdacağım. Bu adam 22 gündə aclıq edir. Buna bir şey olsa, Mehribanın dal deşiğini dağıdacağım. Dal deşik, qara dəliyini dağıdacağım Mehribanın. Bax, dedim ha, türmə rəisi. Ümumiyyətcə, türmə rəislərin hamısı öldürülməlidir. Sabah türmə rəislərini, mən prezident olsam hamısını öldürəcəm. İndən deyirəm, türmə rəislərinin hamısını öldürəcəm mən prezident olsam. Burada mənə önəmli məlumatlar da atıblar. Polis basıb döyüb. Buna bax ya. Ay, gül kimi oğlan da ki, buna baxırsan, narkoman belə olmur. Ay, buna bir dənə baxın ki, buna baxın, hə. Gül kimi oğlan da ki, deyəsən ki, narkomanı sifətindən hiss eləmək olur da, buna bax, gül kimi oğlan deyə bu, hə. Üzü, başı, kantovka, üz, baş, səlqə, səhman, siz Allah buna baxın, hə. Polislərin hamısının nömrəsi məndə var, mən buruz vaxt itirmək istəmirəm. Bunların hamısının nömrəsi məndə var, qoy zəng eləyim istəyirsiniz. Deməli, oxuyuram bura. Deməli, uşağı vuran polislər kimdir? Burada xahiş edirəm, bunu kəsib paylaşa bilərsiniz. Videoda döyülən Məşdağa psixiatriya xəstəxanasında müalicə alan qazimizdir. Polislər onu hər gün döyür, sındırır. Qavağından yeməyən boylu puxunlu oğlandır, polislər hər gün döyür, sındırır. Deməli, bəlkə də Allah bilir, rəisin arvadından yatıb, rəis necə bundan hayıflı qalıbdır. Vuran polisin adı Əfsun, yanındakı baş serjant Həsənov Mail, yanındakı serjantı tanımadım. Bu polis onlarla bir yerdə deyəsən işləyəndir. Bunların bölük komandirləri Abbasdır. Adi idarə rəisi mavini İbrahim Ağalarlıdır, polkovnikdir. Adi idarə reis mavini İbrahim Ağalarlıdır, polkovnikdir. Bölük komandiri, polis bölük komandiri neydi? Abbas'tı. Vuran polis Lənkəran Mühafizə İdarəsində işləyib o vaxtı.
işdən çıxartdılar, rüşvət verib generala, gəldi Sabunçu rayon mühafizə idarəsinə, polis idarəsinə gəldi. Rüşvət verdi, təzdən gəldi. Yanındakı Mail Həsənov, yəni polisi oğlanı vuran, qazini vuran. Mail Həsənov Beyləqanda KPZ, yəni KPZ. Beyləqanda KPZ-də işləyib, bilmirəm, yəqin ki o KPZ, yəni KPZ yəqin polislərdə o təcridxana zad olar da, işgəncə belə. KPZ-də işləyib, onda perevod elədilər Sabunçu rayon mühafizə idarəsinə, Məşdağa ekspertiziya komandiridir. Məşdağaya ekspertiziya komandiri göndəriblər. Əfsun da məcburi saxlanılma yerinin komandiridir. Burada göstərişi verən dəlixananın baş həkimidir. Orada göstərişi verən, yəni o döydürən, döyün komandasını verən dəlixananın baş həkimidir. O komandanı, deməli, komandanı verir. Uşaq xəstə zad deyil. Uşağı ora soxublar öldürmək üçün, sındırmaq üçün. Uşaq xəstə, elə də xəstə deyil. Ümumiyyətcə heç xəstə deyil. Deməli, o komandanı verir İbrahim Ağalarlıya. O komandanı verir İbrahim Ağalarlıya. Kim? İbrahim Ağalarlı kim idi? Deyələmədən bəyəkləri burada oxudum. İbrahim Ağalarlı idarə rəisinin, yəni Suraxanı idi da, hansı deməli, hansı idi burada? Sabunçu rayon polis idarəsinin rəis mavini. Kim idi? Dəyərli vətənlərim, İbrahim idi. Ağalarlı. İbrahim Ağalarlı. İndi gəlin buna zəng eləyəcəm mən hələ. Hələ zəng eləyəcəm mən. Səbirli olun. Bunca anasını donmaldım. Şimdi siz də baxın. Gözün buna taxın dəyərli həmvətənlərim. Bir dəqiqə səbirli olun. Səbirli olun qardaşlar. Səbirli olun. Aha. Səbirli olun. Deməli bir də Zariyar. Mən baboş deyirəm ki, mənim kuruglu sutka danışa biləsin. Həm iPhone-larım, Pro Max-larım olsun. 8-9 ilin telefonu da tez-tez ölür də. Deməli də telefonum iyi gəldi, elə bildim telefonum tüstülüyür. Hər neysə. Deməli dəyərli vətənlərim, dəyərli soydaşlarım, baxaq indi burada. Təzdən oxuyun bir dənə bunu. Çünki TikTokerlər kəsib paylaşmalıdır. Dəyərli vətənlərim, qazimizi bildiyiniz kimi döydülər. Qazimizi yalandan deyirlər, qazi deyil. Lap qazi olmasa da belə döyülməməlidir. Yaraşıqlı, bunun kulturasına, sifətinə baxın, boyuna baxın. Xununa baxın, necə alicənab, necə Talkovu bir oğlandı bu döyülən. Bir baxın buna. Dəyərləmə, baxın, o oğlana baxın, necə Talkov oğlandı, baxın. Üzü qırxılı, boyun, kantovka, hərəkətini necə bilir. Necə bax, sadə durubdu, baba, necə də polislər vurur onu, eləmi? Eləmi? Baxın. Bax. Hələ özlərinə haqq qazandırırlar ki, qazi döyüldü, bu döyülməliydi. Baxın. Bu adam xəstə zad deyil ha. Baba, qazidir, psixiatriyada müalicə almaq üçün yatıbdı. İndi biraz travmalıqdır da, müharibədə travmalıqdır. Deyim ki, narkomandır, narkotikin, necə deyək, xəstəsidir, ya başqa bir. Sadəcə ağıllı başlı qazidir, ya qazi deyil, hər nəysə. Və bax, burada müalicə aldığı yerdə, görün burada başına oynaçırlar. İndi təzdən deyirəm, qulaq asın. Zəng eləyəcəm bir-bir. Vuran polis Əfsun, vuran polisin adı Əfsun. Yanındakı baş serjant Həsənov Mail. Yanındakı serjantı, o biri serjantı deyir, tanımadım Qabil. Mənlə, o birisilər bir yerdə işləyib mənlə. Bunların bölük komandiri, yəni var polis bölmə rəisi var, bir də var polis idarə rəisi. Yəni rayon məsələn deyək ki, yasamal idarə rəisi, deyək ki, saray bölmə rəisi belə deyək. Bunların bölmə komandiri Abbasdır. İdarə rəis mavini İbrahimov ağalardır. Yəni Suraxanın idarə rəis mavini. Polkovnikdir. Vuran polis Lənkəranın mühafizə idarəsində işləyibdi. O vaxtı işdən çıxarıldı rüşvətə görə və generala böyük miqdarda pul verdi. Təzdən gəldi Sabunçu rayonu mühafizə idarəsinə. Yenidən işə düzəldi. Yanındakı Mail Həsənov, o uşağı vuran Mail Həsənov Beyləqanda KPZ-də işləyibdi. Onun da perevod eləyiblər Sabunçu rayon mühafizə idarəsinə.
Məşdağa ekspertizanın komandiridir. Məşdağa ekspertizanın komandiridir. Əfsun da məcbur, orada Əfsun, 3-cü polis orada qazini döyən Əfsun. O da məcburi saxlanılma yerin komandiridir. Bunlara göstəriş verən dəlixananın baş həkimidir. Dəlixananın baş həkimi öldürülməlidir. Yandırılmalıdır arvadınla, ailəsindən bir yerdə. Deməli, o komandanı verən İbrahim Ağalarlıya pul verib qaziləri döydürən, orada yatan qaziləri döydürən, qazilər haqlarını tələb edirlər, onu döydürən dəlixananın baş həkimidir. Dəlixananın baş həkimi polisə pul verib döydürür qazilər. O komandanı verən İbrahim Ağalarlıya idarə rəisinə pul veribdi, qaziləri döysünlər deyə. Döyülən qazilər haqlarını tələb edirlər. 14 gün yatmalıydılar ki, həmən onlar qazilər məcbur yatırlar. 14 gün yatmalıdılar ki, qazilər pensiyanı rahatlıqla ala bilsinlər. Yəni stasionarda 14 gün, 21 gün olmalıdır. Məsələn, Semaşkada 21 gündür. Psixoteriyada 14 gündür. Məcbur yatmalıdır. Və deməli pensiyasını rahatlıqla alsınlar deyə 14 gün yatmalıdırlar orada. Sənəd alıb versinlər əlillərin reabilitasiya mərkəzinə. Onlar da 7 gün saxlayıb döyə-döyə otaqdan xəstəxanalıq edirlər. 7 günə döyüb çıxardırlar ki, pensiya alamasınlar. Baxın ha, onlar niyə döyürlər? Səbəb ortaya çıxır. Dəlixananın rəhbəri pul verib döydürür. Orada heç pul verib yatanlar var, pensiya almaq üçün orada heç yatmadan sənəd alanlar var, o heç. Amma bu pul vermədən yatmaq istəyənlər, hamısı dəlixananın rəisi, məşdağanın rəisi pul verir. 7 gün yatana, 7 gün ərzində polislər gəlib onları bir bəhanə ilə, sən narkotik çəkimsən, sən otanda narkotik olmalıdır, belə informasiya aldıq, nə bilim, belə min cürə bəhanə ilə o qaziləri döyürlər. Və 7 gün saxlayıb döyə-döyə 7 günündə xəstəxanadan döyə-döyə işgəncə ilə özləri qaçırdırlar, çıxardırlar ki, pensiya alanmasın. Onlar da hara şikayət eləsələr kimsə baxın. Nömrələrini polislərin verirəm, Qabil bəy istəsəz zəng eləyəsiniz. Bölük komandirləri Vilayət Eyvazovun adamıdır. Vilayət Eyvazov, bax o bölüyün komandiri, o polislərin komandiri Vilayət Eyvazov, qəhbə balası Vilayət Eyvazovun ölən bağışçının ağız pambığına tökdüyüm, anasının qulaqlarının deşiyinə kimi qayırdığım Vilayət Eyvazov, arvadının dilinin üstünə tökdüyüm Vilayət Eyvazov, vilayəti doğan ananın əmcəyinin arasına eşşək soxsun, dilinin üstünə də itlər töksün. Deməli, rəis, deməli, bölük komandiri Vilayət Eyvazovun öz çətçisidir. 4 il olar ki, birbaşa leytinant veriblər, gətiriblər, indi kapitandır. 4 ilə kapitan elədilər. Halbuki baş leytinantı təzə almalıydı. Rəis müavinləri İbrahim Ağalarlı, yəni polkovnikdir, idarə rəisinin müavini. Yasamalda, Nərmanovda bölük komandiri işləyirdi. Çox şərəfsiz, ləyaqətsiz adamdır. Ən çox işgəncə verən adam olubdur xalqa, insanlara, ona görə vəzifəsi böyüyübdür. Vuran polis baş serjant Əfsundur. Əsas vuran o, qazini vuran polis. Baş serjant Əfsundur. Familiyası yadımdan çıxıb. Yanındakı baş serjant Həsənov Maildir. O da rüşvəti dustaqların ailəsinə zülm. Dustaqlar səsim gəlim yayımdayıq, hə? Deməli, rüşvət verən uğraşdı, dustaqlara işgəncə verə-verə, rüşvət alıb, görüş təyin eləyən xəstələ, baba, orada var, ha, orada, Həsənov Mail, oranın palajeniyasına baxan polisdir də, dəlixananın. Bütün ora gələn valideynlər görüşə pulla görüşür. Vuran polis Əfsuna zəng eləyirəm. Vuran polis Əfsuna zəng eləyirəm. Baxın. ...51'dən 643-32-01 polis logosu. İndi başqa cür səs atım.
arvadın dilinin üstüne töküm. Seni doğan ananın əmcəyinin arasından mıxımı soxum 27 santimetreliyi. Ananın dilinin üstüne töküm. İndi bu götürmədi. Bu gördüyünüz kimi də bu qəhbənin doğduğu götürmədi. Bu əfsundur, polisi vuran. Uşaq nəyə baxırlar? Götürərlər bu qəhbələr. Bəlkə deyilən piyanzad olalar götürərlər. Deməli, vuran polis budur. Əsas vuran 051 643 32 01. Gördünüz mü? Gördünüz. İndi hər halda mənə bir cavab çıxarın. O da cüt özdə xəttlərdir. İndi ikinciyə zəng eləyək, görək hansı götürəcək bunları. Dəyərli həmvətənlərim. O birisinə zəng eləyək, canınız sağ olsun. O birisinə zəng eləyək. Deməli, serjant, yanındakı serjant Mail Həsənov. Mail Həsənov. Qrupun baş serjantı. O adamları döymə qrupunun baş serjantı. O belə başında durur, döyür. Biraz yaşlı serjant odur. Deməli, Mail Həsənov. Mailə zəng eləyək. Nömrəsi 051 643 32 01. Gəlin buna zəng götürmür, səs ataq. Mail Həsənov, sənin ananın götünü sikim, götünü belə götünə qoyum, ananın götünə soxum belə. Ananın götündən poxlu çıxan sikimi sənin ağzına soxum, sənin ağzına töküm belə. Yaxşı mı? Sənin nəslini sikim, sənin ölünü sikim, sənin var yoxunu sikim, sənin körpələrini, ailəni sikim sənin. Bu ikinci, üçüncüyə gəlin bir şey deyək. Üçüncüyə zəng eləyək. Üçüncüyə. Deməli, üçüncüyə. Üçüncü görək götürəcəkmi? Görək götürəcək. Bura göz kimliyinə kimi dedim polisin. Gedin yandırın da evlərini, dağıdın, tökün. Üçüncü İbrahim Ağalarlı, rəis mavini, polkovnik. İbrahim Ağalarlı. Baxaq, zəng eləyək. Nömrəsi 070 207 74 77. 207 74 77. 70'den. Hamısı da xəttə da. İndi buna da səsimizi ataq, gözəl səsimizi. İbrahim Ağalarlı. Xəstəxanada qazini döyən uğraşlar. Qızının gəlini götdən qayırım, götdən. Götdən o şeyim ki çıxacaq ya anons dəliyindən poxlu. Şeyim çıxacaq gəlinin götündən. Onu sən ağzına soxun. Bildin mi? Ananı götdən qayırım, ananı götdən qayırım. Sonra sperma gələndə çıxardım sənin ağzına töküm. Ananın götünün, poxunun da iyisini biləsən. Yaxşı mı? Yaxşı mı? Ölümün ruhunu, qəbrini sikim. Nəslinin ağzını sikim. Səni diri-diri yandıracam. Qurban olun İlhama, bu yaxından götünü sikib İlhamı da göndərəcəm, səni diri-diri yandıracam. Ailənlə bir yerdə. Hə. Gördünüz, mənə baxırlar. Mənə baxırlar, üçü də. Təzdən istəyirsiniz bir də zəng edin. Bəlkə yuxulu götürə. Yəni, yuxulu bəlkə götürə. Götürməz. Götürmədi. Hansı, heç bir götürmədi. Bunlarda kişilik var, bu götdülər bunlar. Bu birisine zəng edeyim, görüntülü zəng edeyim.
Gördünüzmü? Xahiş edirəm o 10 dəqiqə eləyəcək, nə eləyəcəksə bunu kəsin. O xüsusilə ikinci dəfə qəşəng konkret çatdırdım. Onların adları, familiyaları kimdirsə, o polislər kimdir. Nömrələrini də dedim sizə. Və əlbəttə ki, onları diri-diri ailəlikcə yandıracağam. Ailəlikcə diri-diri yandıracağam. Bax dedim, ailəlikcə diri-diri yandırtdıracağam. Bax mən dedim, inqilab zamanı hazırlaşsınlar. Xüsusi adlarını bildinmi, familiyalarını bildinmi, nömrələrini bildim, hala evləri də bəllidir hər yerdə. Vəssalam. Vəssalam. İnqilab zamanı, ha, indi yox, indi yox. İndi əleyhinəyəm. İnqilab zamanı bunların evləri yanmalıdır. Cız eləməlidir hamısı. O mənim sevgilim, o mənim yarım. Vaxtınız xeyir olsun. Deməli, polisdən sıxıram. 3-4 nəfər birləşiblər, güyəyini bunlar ilham sevərdilər, mehriban sevərdilər. Qəşəng-qəşəng mesajlar yazıblar ki, vaxtın çatdı, vidadan sonra sənsən, siyahıdasan, falansan, filansan. Baxarsınız sizlərə nə eləyəcəyik, da başqalarının adıyıq sizlərə nə eləyəcəyik. Və bunu yazan bir 3-4 dənə fərqli profildir. Və mən də hal-hazırda polisdən sıxıram. Sadəcə bunu qorxduğum üçün demirəm ki, mən qorxdum, buna görə video çəkirəm. Mən onsuz da çöldə bayırdayam. Mənim yerimi də bilirlər, yurdumu da bilirlər. Sadəcə polisə məlumat verdim ki, mənim başıma bir hadisə gələrsə, bunun bir vasitə sifarişi Əliyevlər və Paşayevlərdir. Yəni İlham Əliyevlə Mehriban Əliyeva. Çünki biri prezidentdir, digəri vitse-prezidentdir. Deməli, pis gözlərə də salem deyim, nə deyim. Maşının sağ tərəf güzgüsünü vurmuşam. Elə gedəndə düz siqnal edir, heç nə olmadan da gərək onu da düzəltdirim. Neysə, yəni mənim yerim bəlli, yurdum bəlli, mən qaçıb gizlənməmişəm və məlumatları da polisə verdim. Bu da yenə deyirəm, qorxu üçün deyil, mənim canımda qorxu yoxdur. Məni bilən bilir, mən çöl bayırdayam, şəhərimi də bilirlər, yerimi də bilirlər. Ona görə məlumat... Dəyərli vətənlərin, dəyərli soydaşlarım, telefonum qızıbdır, efiri bitirmək məcburiyyətindəyəm. Az qalır tüstülüyə. İnşallah sabah günorta yayımız da olacaq axşam bugünkü kimi. Bugün də günorta yayımız olubdur. Qabil Media kanalında günorta isti-isti qəşəng yayımımız olur. Niyə baxmırsınız? Niyə abunə olmursunuz? Qabil Media yazın, abunə olun. Bildiriş gəlsin ya gəlməsin, hər gün baxın. Həqiqətən iyisi gəlir telefonun. Sağ olun, var olun, bərxudar və bəxtiyar olun. Sağ olun.